İftar vaxtını İrşad təqdim edir. 23 Mart Ramazan ayının 23-cü günü. Bakı üçün iftar vaxtı 19:10. Bugün artıq 23-cü günümüzdür ki oruçluyuq hocam. İlahiyyatçımız Yaşar Qurbanovun təqdimatında dinləyirsiniz. Hər il olduğu kimi bu ildə və iftara doğru saatimiz başladı. Söz təbii ki yenə hocamızdadır. Rəbbimizə şükürlər olsun. Uca Rəbbimiz dualarımızı qəbul eləsin. Amin. Uca Rəbbimizin salam və salavatı olsun Peyğəmbərimizə, onun əhli beytinə. Bu gözəl Ramazan gecəsində deyək, Uca Rəbbimiz dualarımızı qəbul eləsin. Amin. Dünən möhtəşəm bir gecədən çıxdıq, 23-cü gecə, Rəbbimizə həmd olsun. Hələ önümüzdə də yenə də var, 25-ci gecə, 27-ci gecə, 29-cu gecə, hələ 2 gecə keçirmişik. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Qədir gecələri Ramazan ayının son 10 gündə tək gecələrin birindədir. Dünən də çox möhtəşəm bir gecə idi, Rəbbimizə həmd olsun. Bütün dünyada namazlar, meçidlər, Allah'a həmd olsun. Yenə də bəzi dinləyicilərimiz soruşur ki, mən dünən qala bilmədim. Narahat olma, hələ də önümüzdə möhtəşəm bir gecə var, 25-ci gecə inşallah. Onu da danışacaq Allahın izni ilə. Sabah tuturuq 24-cü orucumuzu, 24-dən 25-nə keçən gecə də hələ önümüzdə var. Hələ 26-sından 27-sinə keçən gecə var. Həmd olsun, amma biz nə eləyək? Ramazanın son 10 günü hamısını ibadətlə keçirək. Baxmayaq, cüt gecədir, tək gecədir, hamısını ibadət eləyək. Rəbbimizə həmd olsun. Necə ki İbn Abbasdan gəlib soruşarkən bir nəfər soruşur ki, ey deyir İbn Abbas deyir, Qədir gecəsi hansı gecədir? Necə eləyim? Deyir ki, ilin bütün gecələrini ibadətlə keçir. Nəyə görə elə cavab verir İbn Abbas? Yəni demək istəyir ki, salih insanlar üçün fərqi yoxdur. Onsuz da onlar ilin bütün gecələrini ibadətlə keçirlər. Onlar üçün fərqi yoxdur. Bugün Qədir gecəsidir, sabah Qədir gecəsidir. Ömürlərini gecə namazından keçiriblər. Heç zaman gecə namazını tərk etməyiblər. Ona görə də yəni Ramazan bizimlə vidalaşma az qalır. Həqiqətən də çox sayılı günlər qalıb. Daha çox deməli ibadət eləməliyik, daha çox dua eləməliyik, daha çox zikr eləməliyik və ola bilsin ki, qüsurlarımız var. Demə ki, indiyə qədər nəsə etmədim. Önümüzdəki qalan günlər də möhtəşəm günlərdir. Düşünün 25-ci gecə, 27-ci gecə bayrama yaxınlaşırıq. Ramazanın hamısı xeyirlidir, hər saniyəsi xeyirlidir. Daha çox duaları artırmalıyıq, Rəbbimizə həmd olsun. Elə bu günlər dua günləridir, Rəbbimizə həmd olsun. Həqiqətən də Uca Rəbbimiz bizlərə bu günləri nəsib etdiyinə görə Rəbbimizə həmd olsun. Bu gözəl vətənimizdə, əmin-amanlıq yurdunda bu gözəl ibadətləri yaşayırıq. Neçə Rəbbimiz bizlərə belə Ramazanlar nəsib eyləsin. Bu gözəl vətənimizi qorusun, əmin-amanlığımız daimi olsun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Uca Rəbbimiz əskərlərimizi qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah Teala ölkə rəhbərimiz ilham edib cənablarını qorusun, işlərini müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin. Baxın, gözəl bir fayda oxudum, istədim sizlərlə bölüşüm. Deyək ki, müqayisədə tələsmə deyir. Nə deməkdir o? Yəni, müqayisə haqqında yazmaq istədikdə haradan başlayacağımı bilmədim, bir nəfər soruşur. Ancaq diqqətimi özümü başqaları ilə müqayisə etməyimizə yönəltmək istədim. İnsanlar nə edirlər? Əlində olan nemətləri görmürlər, özünü kiminləsə müqayisə edir. Baxın, insanın özünü başqaları ilə müqayisə etməsi nəticəsində ən pis şey nədir? O tamamilə narazı olur, özündən, həyatından və hər şeydən. Yəni, özünü başqaları ilə müqayisə etmə. Gəlin, yəni, iki dövr arasında fərq qoyaq. Baxın, deyir, misal üçün, sosial media, rabitə vasitələr yaranmamışdan əvvəl dövr və sonraki dövr. Keçmişdə müqayisələr daha sadə idi və yalnız yaxın çevrəmizlə məhdudlaşırdı. Məsələn, əmoğlun, xalaloğlun, dostun. Ancaq sosial media və təsir edənlərin yəni meydana çıxmazsa müqayisələr daha da artıb. İnsan artıq özünü tanıdığı və tanımadığı insanlarla müqayisə etməyə başlayıb. Sosial mediada biri mükəmməl bir şeyi paylaşır, hər şey qüsursuzdur. Yəni, amma işıqlandırıb hər şey gözəl, amma elə deyil. O paylaşdığı bir mediadır. Yəni, digəri səyahət zamanı çəkilmiş fotoğrafları paylaşır. Biri başqa cür paylaşır. Amma burada əsas məsələ budur. Paylaşdığı həqiqətdirmi? Yoxsa reallıqdan uzaq bir xəyal? Çünki çox vaxt bu şəkillər düzəlişlərdən keçir, mükəmməl görünmək üçün dəfələrlə çəkilir. Yəni onlarla versiya içindən yalnız biri paylaşılır.
Yəni sosial medianın girdabına düşən bir insan isə öz həyatını bu paylaşımlarla müqayisə etməyə başlayır. O zaman nə edir? Öz əlində olan nemətlərini unudur. Bax, bu zamanımızda ən böyük problemlərdən birisi bu. Bu tamamilə təbii bir şeydir. Başqalarının paylaşmalarını gördükcə öz həyatına heç bir nailiyyət əldə etmədiyini hiss edirsən. O biri yeni telefon alıb, digəri arzuladığı ölkəyə səyahət edib, başqası bir ev alıb və s. Bütün bunları görüb öz həyatına baxanda isə sanki heç bir şey əldə etməmiş kimi hiss edənlər var. Bunun nəticəsində insan ruhdan düşür, tənbəlləşir və hətta depressiyaya belə qapıla bilər. Amma bizim Rəbbimiz belə demir. İnsan öz nəsibinə baxsın, Allahın ona verdiyi nemətlərə baxsın. Nə qədər nemətlər səndə vardır ki, bəlkə nə qədər insanlarda yoxdur. Ona görə də, yəni, bu məsələlərdə insanlar öz əlində olan nemətlərə baxmaq lazımdır. Yəni, özünü başqaları ilə müqayisə etmə. Müqayisə etsən, öz əlində olan nemətləri görməyəcəksən. Ona görə də insan başqaları ilə müqayisə etdikdə məntiqsiz bir şeyə edirsən. Çünki qarşı tərəfin hansı fədakarlıqlar etdiyini və ya hansı çətinliklərdən keçdiyini bilmirsən. Ola bilər ki, onun əldə etdiyi uğurlar böyük itkilərin və çətinliklərin nəticəsidir. Sən nə bilirsən ki, Allah Teala ondan bəzən hansı nemətləri əlindən alıb? Ona görə özünü, bəs niyə özünü deyir, xəstəxanada həyat və ölüm arasında mübarizə aparan biri ilə müqayisə etmirsən? Onun tək arzusu sənin kimi sağlam olmalıdır. Niyə özünü övlad sahibi ola bilməyən biri ilə müqayisə etmirsən? Halbuki Allah sənə övlad bəxş edib. Niyə özünü görmə qabiliyyəti olmayan biri ilə müqayisə etmirsən? Halbuki Allah sənə göz sağlamlığı verib. Ona görə özünü yalnız səndən üstün olan insanlarla müqayisə edərkən, səndən aşağı səviyyədə olanlara da, onları da nəzərə al. Öz gününü başqalarının günü ilə müqayisə etmə, əksinə, bugünkü halını dünəninlə müqayisə et. Çünki bunun sayəsində Allahın sənə verdiyi nemətləri daha yaxşı dərk edərsən. Özünü ümumiyyətlə müqayisədən azad et. Həyatda sənin vəzifən başqalarına çatmaq deyil, öz hədəflərinə çatmaqdır. Sənin məqsədin müqayisələrin sayəsində deyil, öz inkişaf göstəricilərini aşaraq mükəmməlliyə doğru irəliləməkdir. Əgər Allah inanırsansa, bil ki, arzuladığın bir şeyə, hər şey çatmaq üçün mümkündür. Sadəcə özünə və yoluna fokuslan, başqalarıyla müqayisə etmə. Sakit ol və inan ki, Allah lütufkardır. Baxın, nə demişdi doğman Peyğəmbər? Ey oğlum, əgər görülən iş xardal dənəsi ağırlığında olub da, bir qayanın içində və ya göylərdə, yaxud da yerin dərinliklərində gizlənsə belə, Allah onu götürüb hesaba çəkər qiyamət günü. Həqiqətən Allah hər şeydən xəbərdardır və hər şeyə onun əmri nüfuz edəndir. Həqiqətən Allah lətifdir, incə işləri bilən və lütufkardır. Ona heç bir şey gizli qalmaz. O bizim gizlədib saxladıqlarımızı da açıq şəkildə biləndir. Yəni, bəziləri özünü müqayisə edir və sonra nə olur? Nə qədər əlində olan nemətləri görmür. Əgər Allah qulu səhv etdiyi zaman onu dərhal cəzalandırsaydı, qul düz yola, zorakılıqla düz yola gəlməyə məcbur olardı. Lakin Allah qulunu sevgi ilə doğru yola gəlməsini istəyir. Buna görə də Allah qula qayıtması üçün möhlət verir. Həyatımız Allahın əlindədir. Ölümümüz onun əlindədir. Ruzimiz onun əlindədir. Malımız onun əlindədir. Ətrafımızda olanlar da onun əlindədir. Bütün bunlara baxmayaraq Allahın bizi ibadətə məcbur etmədiyini görürük. Allah da bizi dəvət edir, yaxşılığa bəyan edir. Yəni sevgi ilə. Biz ona həm də sevgi ilə ibadət etməliyik. Yəni Allahla qul arasında bir sevgi yaranmalıdır. Nə deyə altta Quran-ı Kərimdə? Onları sevər və onlar da onu sevərlər. Allah sevgisi hər bir şeydən nədir? Üstündür. Baxın. Deyir ki, dilini daim Allahın zikri ilə yaş saxla. Necə ki, Peyğəmbər buyurur hədis-i şərifdə, bir kişi Peyğəmbərimiz yanına gələrək dedi, ey Allahın elçisi, şəriət hökmləri çoxaldı, mən isə onlardan bəzilərini edə bilmirəm, bəzilərində çətinlik çəkirəm. Mənə elə bir əməl söylə ki, ona möhkəm bağlanım. Peyğəmbərimiz buyurdu sallallahu aleyhi və səlləm, dilini daim Allahın zikri ilə yaş saxla.
O insan demədi ki, mən ibadətlərdən uzaq düşüm. Xeyr. İbadətlərdə yardım, vacib namazları yerinə yetirə bilmirəm. Nə edeyim? Dedi, dilin Allahı zikr etməkdən yaş qalsın. Baxın, nə deyir salihlərdən birisi? Ey gənclər, sizə bir şey xəbər verim. Bəlkə də bəziləriniz üçün faydalı olar. Deyir, mən uşaq olanda bazara gedirdim, evə qaydanda özümə bir qayda qoydum. Hər hansı bir yere çatanda orada Allahı zikr edim. Növbəti yerə gəldikdə də həmin qaydanı tətbiq edirdim. Beləcə evə çatana qədər bu qaydanı davam ettirirdim. Hər zaman Allahı zikr edirdim. Baxın, deyir ki, salihlərdən birisi, xəstə olan insanı yeməkdən, içməkdən və dərmandan məhrum edilərsə ölməzmi? Dedilər, bəli. Dedi, eləcə qəlb Allahın zikrindən məhrum edilərsə o qəlb ölər. Bir nəfər salihlərdən birinə şəhvət əhlinin halı barədə sual verir. O belə cavab verdi. Allahın zikrindən boş qalan qəlblərdə Allah başqalarını hakim edər. Rəbbini zikr edəndə onu zikr etməyən kəsin halı diri ilə ölünün halı kimidir? Ona görə də insan həyatı boyu Rəbbinə çoxlu zikirlər eləməlidir. Zikir ki, ibadətlərdə rahat ol, yaxşı ol və həmişə, baxın, Peyğəmbərimiz buyurur ki, sallallahu aleyhi və səlləm, səbəqəl müfərridun. Müfərridlər hər şeyi üstələdi. Dedilər ki, ey Allah rəsul, onlar kimlərdir? Dedi ki, onlar Allah'a çox zikr edən kişi və qadınlardır. Buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, sizin əməllərinizin ən xeyirlisini, Rəbbiniz yanında ən pak olanını, dərəcələrinizin yüksəldəni və sizin üçün qızıl, gümüş xərcləməkdən daha xeyirli olanını, düşməninizlə qarşılaşıb onların boynu vurmaqdan daha üstün olanını xəbər verirmi? Dedilər ki, bəli. Dedi, Allahı zikr eləmək, dedi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Ona görə zikrin ən fəzilətlisi hər zaman dillə zikr edirsən və qəlbən də bunu anlayırsan. O zaman hər zaman Allahı zikr elə, ibadətlərdə rahat olacaqsan. Gecə namazında, bütün ibadətlərdə, hətta oruç tutmaqda belə Allah təala sənə bütün işlərini rahatlaşdıracaq. Hər zaman denə ki, əlhəmdülillah, Rəbbimə həmd olsun. Baxın, gözəl bir fayda deyir ki, nə qədər, niyə mənim başıma gəlir deyirsən. Amma bilmirsən ki, bu Allahın sənə olan lütfüdür. Bəlkə də bu hadisənin baş verməsi sənin üçün bir xeyirlidir. Bəzən bir şey əldə etmək istəyirsən, amma onu əldə edə bilmədiyin üçün kədərlənir və istirab çəkirsən. Halbuki bilmirsən ki, dünya hadisələrinin dərin qatlarında Allahın sənə qarşı, hər bir şeydə Allahın sənə qarşı lütfü var. Bəlkə də sənin üçün, sənin xeyir bildiyin bir şey səndən uzaqlaşdırılıb, çünki əslində sənin üçün bir şər var. Sakit ol. Həqiqətən Rəbbin lütufkardır. Bəlkə də Allah sənin xeyir bildiyin hər şeydən uzaqlaşdırıb, çünki əslində sənin üçün bir şər var. Həyata insan hər zaman bax belə baxmalıdır. Ona görə deyir ki, həmçinin duanın qəbul olunmasının sirlərindən biri haqqında soruşur. Deyir, nə deməkdir? İnsan halını Allaha şikayət etməsi. Halını Allaha ərz elə. Allaha şikayət elə. Ənbiya surəsində 4 peyğəmbərin hekayəsi verilmiş və onların dualarının qəbul olunduğu bildirilmişdir. Baxın, onların qəbul olunduğu bildirilmişdir. Nədir o? Ey Rəbbim, mən sənin mənə göndərəcəyin hər xeyrə möhtacam. Qəsəs surəsi. Musa bu duanı etdikdən sonra yorğun, tənha, ac və qorxu içində olduğunu bildirilir. Allah ona təhlükəsizlik, yemək, içmək və evlilik işini elədi, nəsib elədi. Yaqub peyğəmbər həmçinin yada sal. Mən dərd qəmmi yalnız Allaha deyir, ərz edirəm. Kim dedi? Yaqub peyğəmbər. Bütün işlərini Allaha həmd elə. Yəni Yusuf surəsində Allah təala Yaqub peyğəmbərin bizlərə buyurur ki, bütün sıxıntıda dedi ki, bütün dərdimi, qəmimi ancaq və ancaq Allaha ərz edirəm. Buradan aydın olur ki, şikayət etmək insan ehtiyacıdır. Dua vasitəsilə insan içində olanları çıxarmalıdır. Amma bu şikayət yaradılmışlara deyil, yaradana edilməlidir. Zəkəriyya peyğəmbər, ey Rəbbim, məni tək qoyma, sən varislərin ən xeyirlisən. Halını kimə şikayət etdi? Uca Allaha. Zəkəriyya peyğəmbər övladı yox idi. Övladı yalnız dünyəvi səbəblər üçün deyil,
dinini yaymaq, insanlara haqqı çatdırmaq üçün istəyirdi. Buna görə də halını Allah'a şikayət edərək dedi. Allah buyurdu, biz onun duasını qəbul etdik, ona Yahyanı bəxş etdi və zövcəsini onun üçün islah etdi. Ənbiya surəsi. Nuh Peyğəmbər qövmünü onu təhqir edib məsxərəyə qoyduğu zaman Allahla halını şikayət etdi. Biz onun duasını qəbul etdik və onu böyük bir bəladan xilas etdik. Əyyub Peyğəmbər 18 il xəstəlik çəkdi, bu halını yalnız Allah'a şikayət etdi və sonra nə dedi? Mənə bəla üz verdi, sən isə rəhimlərin ən rəhimlisən. Biz onun duasını qəbul etdik. Allah təala buyurur Quran-ı Kərimdə. Həmçinin Yunus Peyğəmbər, düşünün, qaranlıqlar içində gecənin qaranlığı, dənizin qaranlığı, balığın qarnının qaranlığı ikən Allah'a dua etdi və günahlarını etiraf etdi. Səndən başqa heç bir haqq məbud yoxdur, sən paksan, müqəddəssən, həqiqətən mən zalimlardan olmuşam. Allah onu neynədi? Duasını qəbul etdi. Yəni, hər bir işdə şikayətini ancaq və ancaq uca Allah'a elə. Və sonra buyur ki, xeyirxahlı edin ki, nicat tapasınız. Baxın, yəni bir şərt qoymadan, istənilən məhdudiyyət olmadan xeyirxahlı etməyi əmr edən bir çağırışdır. Allah yaxşılığı yalnız layiqli insanlara etmək lazım olduğunu söyləyib. Xeyirxahlı etmək üçün heç bir şərt yoxdur. Xeyirxahlı et və səxavətli ol, qarşılıq gözləmə. Çünki səxavət səni qəlbi rahat bir insana çevirər. Bu Allahın mərhəmətindən ümid edərək və bağışlama diləyərək eylə. Xeyirxahlı et ki, yoxluğunda belə insanlar bunu hiss etsinlər. Şam kimi ol, həm varlığında, həm yoxluğunda işıq saç. Başqalarına zərər verənləri uzaqlaşdır. Birinin üzərindəki haqsızlığı aradan qaldır. Ona hədiyyə ver, xoş söz söylə, məsləhət ver. Qırılan qəribləri düzəlt. Həyatın sındırdığı insanların könlünü al. Yaxşılığı ailənə et, lakin yalnız ailənlə məhdudlaşma. Xeyirxahlı et. Çünki xeyirxah ən gözəl əməllərdən birisidir. Həqiqətən Rəbbim istədiyini incəliklə yönəldər. Şübhəsiz ki, o hər şeyi biləndir, hikmət sahibidir. Yusuf surəsi. Ona görə də xeyirxahlı et, nicat tapasınız. Nicat tapmaq istəyirsənsə, insanlara xeyirxahlıq et. Çünki bunu Allah təala Quran-ı Kərimdə buyurur. Baxın, deyir ki, xeyirxah ol və yalnız yaxşı sözlər söylə. Həmçin gözəl sözlər danış. Mənfi sözlər danışma. Baxın, bir nəfər deyir ki, başına gələn hadisəni, uşaqlıq illərində 10 yaşını keçmişkən bir dostum var idi. O pis xəbərləri yaymağı çox sevirdi. Hansı xəbərlərin onu bu qədər cəlb etdiyini bilmirdi. Amma bəlkə də insanları qorxutmaq və onların təəccüblünü görməkdən zövq alırdı. O hər zaman qəza xəbərləri, qatar toqquşmaları, planetlərin yeri çırpılması, partlayışlar və s. Hətta hava haqqında pis xəbərləri belə yaymaqdan çəkinməzdi. Zaman keçdi, böyüdük və öyrəndik. Həyat təcrübələr bizə göstərdi ki, pis xəbər bir insanın gününü məhv edə bilər. Biz anladıq ki, valideynlərə pis xəbərlər söyləmək onlara qarşı hörmətsizlikdir. Biz dərk etdik ki, xeyirli bir söz söyləmək sükutdan daha üstündür. Lakin pis bir sözü söyləmək isə sükutdan daha təhlükəlidir. Pis bir xəbər bəzən insanın gününü məhv edər. Pis bir söz isə bir insanı uzaqlaşdıra bilər, hətta qəlbini qıra bilər. Mən ona pis xəbərləri mənə deməməsini tövsiyə etdim. Çünki mən pis xəbərlərə maraqlanmırdım. Tədricən o, yalnız xeyirli sözləri söyləməyə başladı. Hətta ona pis bir hadisə haqqında sual versəydim belə, bilmirəm deyərdi. Bir dəfə bir dostumun imtahandan aldığı nəticəni eşitdim. O çox çalışmışdı, amma imtahan nəticəsinin açıqlandığı vaxt orada değildi. Mən onu imtahan zalından çıxdıqdan sonra gördüm və nəticəsini soruşmadım. Ona dedim ki, inşallah bu sənin üçün xeyirli olacaq. Sən çalışdın və bacardığını etdin. Bu yalan değildi. Çünki belə hallarda yalan danışmaq icazəli, bəzən lazımlıdır. Mən sadəcə onun gününü pis etməmək və ya onu narahat etmək istəmirdim. Qərib olan insan budur ki, o ikinci imtahan vaxtına qədər nəticəsini öyrənmədi və imtahanı da daha yüksək bal topladı. Niyə gözəl danışmaq? İnsan bəzi əhval-ruhiyyəsi gözəl olardı. Yəni pis xəbərlərdən uzaq düşündür. Bu zaman anladım ki, yaxşı xəbər vermək pis xəbər verməkdən 1000 dəfə daha xeyirlidir. Allah yolunda xeyirli söz söyləmək daha çox nədir? Mükafat qazandırır. Baxın, bu da
Peyğəmbərin tövsiyələrindən birisi. İnsanlara çətinlik yaratmayın. Onlara müjdə verin və nifrət etdirməyin. Baxın, Peyğəmbərimiz buyurur sallallahu aleyhi və səlləm. Ona görə insan hər zaman gözəl danışmalıdır. Dilini gözəl sözlərə öyrəşməlidir. Çünki pis söz danışan insan tədricən nə olur? Məyus olur. Çünki Allah Teala bizim danışdığımız sözlərdə güc verib. Bu da Allahın gücünə, qüdrətinə daxil bir şeydir. Çünki sözlərin gücü təsirlidir. Baxın, sözün gücü, ağzından çıxan sözə diqqət elə. O söz birinci dərəcədə sənə təsir göstərir. Birbaşa beyninə təsir göstərir. Baxın, nə deyir salihlərdən biz? Peyğəmbərimiz nə buyurur? Kim Allah'a axirət günü iman gətirirsə, ya xeyir söyləsin, ya da sussun. Baxın, nə deyir salihlərdən birisi? İbrahim Ən-Nəxai. Qəlbim mənə bir şey söylədiyi zaman mən başqalarına danışma ehtiyat edirəm. Çünki bəzən də o pis dediklərim baş verir, deyir. Baxın, nə deyir İbn Məsud? Zərər və bəla ilə bağlı söhbətlərə tələsməyin. Bunlar yalnız buna layiq olan insanlar üçün mənəvi yoldaş olur. Dilinizdə sağlamlıq olsun. Nə deməkdir? Gözəl danış, deyir. Çünki biz sözlərlə əhatə olunmuş bir dünyada yaşayırıq. Lakin balığın suda olmasına bənzəyirik. Əksər hallarda bunun fərqində deyilik. Sözlər dillərimizə söylədiyimiz, qəlbimizə hiss etdiyimiz və özümüzün ifadə etdiyimiz vasitələrdir. Allahın izi ilə bu sözlərin böyük təsir gücü var. Həyat axarını dəyişmək, gələcəyi qurmaq və xoşbəxtlik, sağlamlıq, rifah və yoxsulluq gətirmək gücünə malikdir. Allah Teala bizim danışdığımız kəlmələrə güc verib. Pis danışacaqsan, pis olacaq. Və bunu həyatımızda görmüşük. İnsan öz sözlərinin təsirindən çox vaxt xəbərsizdir. Baxın, nə deyir? Alimlər qeyd ediblər ki, insanın istifadə etdiyi sözlərin növü ilə onun həyatda əldə etdiyi nailiyyətlər arasında güclü əlaqə var. İnsanlıq tarixinin başlanğıcından bəri müsbət və mənfi təsir doğuran, böyük təsir gücünə malik sözlər olmuşdur. Bu sözlər hər iki vəziyyətdə böyük bir qüvvəyə malikdir. Biz onların sərhədlərini və təsir sahələrini tamamilə dərk edə bilmirik. Belə insanlar sözlərin təsir gücünü dərk edir, onları zehinlərə, qəriblərə təsir etmək, məqsədləri və arzuları reallaşdırmaq üçün istifadə edirlər. Onlar bu qüdrətli insanlığa fayda gətirmək üçün Allahın bizə verdiyi böyük nemət kimi istifadə edirlər. Sözlər bizə ya hədiyyə, ya bir nemət, ya da bir bəla olaraq gəlir. Nə qədər insanın xoşbəxt etdin, başqalarına həyat nuru gətirdin, nə qədər arzuları həyata keçirdin, nə qədər ümidləri itirdin, nə qədər maneələri aradan qaldırdın və çətinliklərdən xilas etdin, nə qədər insan rahatlatdın və onların göz yaşlarını dindirdin, nə qədər nemət gətirdin və nə qədər xeyir verdin, nə ilə? Sözlə. Bəzən evladlarımıza da təsir göstərir bizim sözlərimiz, evladlarımızın gələcəyinə. Səndən onsuz da heç nə olmaz, sən oxumayacaqsan, sən bilməyəcəksən, özümüz evladlarımızı məhv edirik. Baxın, nə deyir? Söz bir neməti alır, digərini gətirir. Bir söz həyat verir, başqa bir söz məhv edir. Sevinç, xoşbəxtlik, şəfa, rəhmət, asanlıq və ya çətinlik. Sözlər sevgi və ya nifrət, dostluq və ya düşmənçilik, müharibə və ya sülh, tikinti və ya dağıntı. Sözlər nikah və ya boşanma, iman və ya küfür, cənnət və cəhənnəm. Hamısı buna bağlıdır. Adəmin ilk yaraşı nə ilə yaradıldı Allah Teala? Sözlə. Allah Adəmə hər şeyi həmçinin sonra öyrətdi. Ona görə də sözlər qəlbi rahatladır, çətinliklərdən çıxış yolu tapmağa imkan verir, sağlamlıq, zənginlik, gözəllik, ruzi, dürüstlük, əminlik gətirir. Xeyirxahlıq, sükunət, xoşbəxtlik, hidayət, bərəkət gətirir. Və ya xəstəlik, ağrı, yoxsulluq, aclıq, uğursuzluq, utanc, məğlubiyyət, kədər, narahatlıq, qorxu, gərginlik, cəhalət, dağıntı, fəlakət. Bunlar hamısı sözlərin nəticəsidir. Əsəbləşib də deyirik, yenə də özümüzə zərər veririk. Baxın, sözlərin gücü, sözlərlə insan özünü xoşbəxt edə, ya da səssiz qalaraq bu xoşbəxtdən məhrum ola bilər. Sözlər özünü xilas edə, ya da xilas olmaqdan imtina edə bilər. Sözlər ümid və sevinç gətirə bilər, ya da ümidsizlik və məyusluq yarada bilər. Özünüz üçün ən gözəlini seçin, deyir. Baxın, nə deyir? Dediyimiz və ya söylədiyimiz hər şey ya bizim üçün xeyir gətirər, ya da zərər.
Həm müsibət, həm də mənfi nəticələr sözlərimizdən asılıdır. İnsan sadəcə ağzından çıxan sözlərlə böyük dəyişikliklər əldə edə bilər. Ona görə buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, ya xeyir danış, ya sus. Bəzən də insanlar nədir? Buna diqqət yetirmirlər. Bəzən də insanların bəlaların gəlməsinə səbəb öz danışdığı söz olur. Və ya oturub, mən xəstələnəcəm, başıma belə olacaq. Bəla gəlir. Çünki nədir? Özün bəlanı cəlb edirsən. Baxın, özün bəlanı cəlb edirsən. Sözlər əhəmiyyətlidir. Ya bizim üçün bəladır, ya da nədir? Xeyirdir. Ona görə insan danışarkən gözəl danışsın. Pis sözlərdən çəkinsin, mənfi sözlərdən çəkinsin. Sözlərin gücü və təsiri o qədər güclüdür ki, bəzən deyirlər ki, nüvədən güclü deyirlər. Yəni, həmçinin bunu dəlil nədir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədisləri. Baxın, Peyğəmbərimiz bir xəstələnən bir nəfəri ziyarət edir. Bir bədəvini ziyarət edir. Peyğəmbərimiz deyir ki, ey filankət, bu xəstəlik günahlarını təmizləyəcək. Belə deyərlər. Xəstə isə, bədəv isə qəzəb və kobudluqla cavab verdi. Xeyr, bu xəstəlik günahları təmizləmir, məni məhv edəcək. Qazanın qaynadığı kimi məni qaynadır, məni qəbrə aparacaq. Peyğəmbərimiz dedi, elə isə dediyin kimidir. Bir gün sonra dünyasını dəyişdi. Niyə? Şəfa ümid gözləmirdi ki, Allah buna şəfa verər deyə. Baxın, nə qədər sözlər təsirlidir. Bəzən olur ki, insan deyir ki, bu işdə işim alınmayacaq, alınmır. Deyənə ki, alınacaq, yaxşı olacaq, şəfa tapacaq, xeyir olacaq. Ona görə sözün gücü çox qüdrətlidir. Bu gücü verən kimdir yenə? Əlbəttə ki, uca Allah-u Teala. Allah Teala verib bunu. Bu gücü sözə Allah Teala verib. Hətta Peyğəmbərimiz çətin, mənfi sözlərdən belə nə inərdi? Çəkinərdi. İcazə verməzdi Peyğəmbərimiz çətin sözlər, mənfi sözlər, çətin sözlər, yəni ümidsiz sözləri danışmağa qadağan edərdi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Əksinə deyərdi ki, ümidlik danışın, gözəl danışın, gözəl fikirləşin. Peyğəmbərimiz hər zaman nədir? Belə olub. Bax, misal üçün, bəzi insanlar ərəblərdə rəvayəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onu qadağan etdi. Yəni, o kəlmələr ki, insanda zəifəm, xəstəyəm, hətta Peyğəmbərimiz sahabələr bir xəstənin yanına gedəndə deməzdilər xəstənin yanına, deyirlər sağlamın yanına ziyarətə gedirik. Xəstə sözünü belə istifadə etməzdilər. Gözəl, ümidli söz. Yəni, denə ki, hər zaman denə ki, yaxşıyam, Rəbbimə həmd olsun, yaxşıyam. Ona görə də bəzən də bu sözlərin təsiri yuxuların yozulmasında var. Bax, nəyə görə dinimiz deyir ki, pis yuxuları yozmayın? Çünki sən onu danışırsan. Danışırsan və özünə bəla cəlb edirsən. Nə deyirlər? Söz, kəlam danışığa bağlıdır. Ya sənə bəla gətirəcək, ya da xeyir gətirəcək. Ona görə sözlər təsir təkcə həyatımızın axarını dəyişmək və gələcəyimizi formalaşdırma məhdudlaşmır. Həm də yuxuların vəziyyətinə və onların təsirinə, təfsirinə, izahına təsir edir. Yuxu görənlər öz yuxularında söylədiyi sözlər, ifadələrin mənası onların yuxusunun düzgün izah olunmasında mühüm rol oynayır. Həmçinin pis yuxular. Danışma. Çünki o söz sənin dilindən çıxır. Deyirsən ki, yuxuda belə gördüm, bədbəxt hadisə gördüm, filan gördüm, filan gördüm. Bunu Peyğəmbərimiz belə şeylər nədir? Danışmağa neyniyib? Qadağan edib. Çünki sən artıq o sözü deyirsən. Mənim başıma belə gəldi, yuxuda belə bir hadisə gördüm, belə oldu. Beyin onları neyniyir? Ciddi qəbul edir. Baxın, nə deyir? Yuxular necə izah edilirsə, eləcə də baş verər. Bir adamın ayağını qaldırdığı bir vəziyyətə bənzəyir. Ayağını yerə qoyana qədər yuxu bir qərara gəlməz. Yəni, yozsan o pis hadisələr deyir, başına gələcəkdir. Ona görə də yuxunu belə neynə? Danışma. Yəni, pis yuxuları danışma. Danışırsan və sonra o insan beyni onu ciddi qəbul edir. Məsəl deyəndə ki, insan necəsən? Xəstəyəm, mən bu xəstəlikdən şəfa tapmayacam. Beyin onu ciddi qəbul edir və bədənə ötürür ki, sən xəstəsən, sağala bilmirsən. Təsiri var. Kəlmələrin suya təsiri var. Kəlmələrin
gülə təsiri var, təcrübə aparılıb. Bir dipçəyi qoyublar, yanında gözəl söz danışıblar, tez inkişaf edib. Digərinin yanında əxlaqlı sözlər danışıblar, gördü ki, onun yarpaqları soldu deyir. İndi o sözlər görək bizim həyatımıza nə qədər təsir göstərir, ailəmizə nə qədər təsir göstərir. Baxın, nə deyir? Bəla danışığa bağlıdır. Bu hədis deyil, sadəcə bir sözdür. Kəlama bağlıdır. Yəni, danışdığın sözə bağlıdır bəla. Bunu izahı Quran-ı Kərimdə bəzi ayələr bunu dəstəkləyir. Həmçinin misallar çəkirlər. Yusuf Peyğəmbərin başına gələn hadisəni misal çəkirlər. Deyir ki, bəla nədir? Danışığa bağlıdır, deyir. Ona görə də hər bir şeydə insan gözəl düşünməlidir, gözəl sözlər söyləməlidir. Yəni, mənfi, çirkin sözlərdən daimi nədir? Uzaq düş. Həmçinin gözəl bir, maraqlı bir yazı oxudum. Çox gözəl. Deyir ki, yəni bir insanın həmçinin yenə müqayisəyə gəlir, əlində olan nemətlərin qədrini bilməməsinə gəlir. Baxın, deyir ki, Avropa xalq nağıllarında nəql edirlər ki, bir qurbağa bir öküzü gördü və onun böyüklüyünə heyran qaldı. Özü isə yalnız yumurta boyda idi. Buna görə də genişlənməyə, böyüməyə və özünü şişirtməyə başladı. Ümidsiz şəkildə özünü öküz boyda etmək istərdi. Qonşusu ona dedi, bax, kifayət qədər böyümədimi? O isə cavab verdi, yox, davam edəcəyəm. Qurbağa şişməyə davam etdi. Sonra qonşusuna dedi, indi necə oldu? Qonşusu cavab verdi, xeyr, hələ də öküz boyda deyilsən. Daha çox şişir, çalış. O da çalışır, ta ki partlayana qədər. Yəni, deyir ki, bunu nəyə izah gətirirlər? Əgər insan Allahın verdiyi qədərdən razı qalmasa, Allah ona, yəni düşünün, rahatlıq verməsə belə, bu narahatlıq özü bir cəzadır ona. Yəni, Allahın verdiyindən razı qalmasan, narahatlıq içərisində bu ən böyük cəzadır. Əgər insan Allahın yazdığı qədərdən narazı qalsa, Allah ona şiddətli sıxıntı verməsə belə, onun bu narazılığı özü bir bədbəxtlikdir. Allah Teala bu dünyanı bir imtihan ev etdi. Mükafat yeri deyil. Onun hikməti ruzilər insanın arasında fərqli şəkildə bölməyindədir. Baxa görək, insan verilənlə nə edir, şükür edirmi, yoxsa nankörlük edir? Baxa görək, insan qadağan olunana necə davranır, səbr edirmi, yoxsa səbr etmir? Allah birisini yoxsul yaratdıqda onu qədərsiz etməmişdir. Allah Teala yerlərin və göylərin ixtiyarına sahibdir. Lakin bəzi insanların yoxsulluq imtihanı çəkmişdir, bəzilərin xəstəliklə. Əgər bir insan çirkin və ya xəstə doğulubsa, bu onun gücsüzlüyündən deyil. Çünki Allah hər şeyi ən mükəmməl şəkildə yaratmağa qadirdir. Lakin bəzi insanları gözəllik və sağlamlıqla, bəzilərini isə əksi ilə sınağa çəkər. Bizdən heç kim yoxdur ki, ona bir şeylər verilməsin və ya başqa şeylər ondan alınmasın. Bu dünya heç kəs üçün tam deyil. Lakin biz onu kamil hesab edirik. Hər kəs düşünür ki, başqalarının imtihanı onun imtihanından daha asandır. Kim ki həyatını insanların əlində olanlara baxmaqla keçirərsə, heç vaxt razı qalmaz və nə vaxt Allahın ona verdiyinə baxarsa, o zaman rahatlıq tapar. Əks halda, haramın dadı onun ağzında acı olacaq və qəlbini narahat edəcək. Kim anlayarsa ki, qismətlər bölünüb, ruzlər paylanıb və Allahın verdiyinə razı qalsa, o Allahın razını qazanmış olur, rahat həyat yaşayacaq. Unutmayın ki, yer üzündə ən çox əziyyət çəkən insanlar cənnətdə bir anlıq nemətə qərq ediləcək və onlara deyiləcək, heç bir zaman çətinlik gördünmü? Onlar cavab verəcək, Allah'a and olsun ki, heç vaxt çətinlik çəkmədi. Eyni şəkildə, bu dünyada ən çox nemət içində yaşayan insanlar, yəni əgər Allah'ı inkar edənlər, cəhənnəmdə bir anlıq əzaba məruz qalacaq və onlara deyiləcək, heç vaxt nemət gördünmü? Onlar cavab verəcək, Allah'a and olsun ki, heç vaxt nemət nədir bilmirik. Yəni, bir şey, cəhənnəmin bir girib çıxarmaq hər şeyi unutturur. Onu gördüyünə ki, ey Allah, bizə dünyada qənaətkar və razı qalıb, razı qəlb ver və axirətdə cənnət mükafatı bəxş elə. Çünki bu dünya natamam və sərt yaradılmışdır. Heç kəs üçün tam deyil. Baxın. Həmçinin insan çox gözəl bir həmçinin fayda deyir ki, yəni bu əlbəttə ki
xəyanət edən insanlara aiddir. O insanlar ki, onun təbiətində var xəyanət, həyat yoldaşına qarşı, sevdiyinə qarşı. Deyir ki, əfsanədə deyir ki, bir əqrəb uzun müddət çayın sahilində oturdu. Qarşı sahilə keçmək üçün birini gözlərdi. Lakin gözləmək nəticəsiz oldu. Çünki hamı onu tanıyır və yəni sancacağını bilirdi. Elə bu zaman bir qurbağa onun yanından keçirdi. Əqrəb öz-özünə düşündü. Daha səbr etməyəcəyəm, bu qurbağa ilə cəhd edim. O qurbağaya səsləndi. Ey yaxşı ürəkli qurbağa, məni kürəyinlə alıb qarşı sahilə apararsanmı? Qurbağa ona dedi, dəli olmusan, mən səni kürəyimi alım, sən də məni sancasan? Əqrəb ona cavab verdi, axı sən niyə sancım? Əgər səni sancsam, suyun ortasında səninlə birlikdə boğularam. Qurbağa əqrəbin sözlərinə inandı və onun kürəyini alıb çaya girdi. Lakin çayın ortasına çatanda əqrəb iynəsini qurbağanın bədəninə sancdı və zəhərini ona buraxdı. Qurbağa son nəfəsini verərkən soruşdu, niyə məni öldürdün? Axı bilirdin ki, sən də mənimlə birlik öləcəksən. Əqrəb cavab verdi, xəyanət mənim təbiətimdir. Təbiət həmişə qalib gəlir. Bilməlisən ki, xəyanət edən biri bunu edərkən sadəcə təbiətində olduğu üçün edir. O kəs ki, bir xanımı yarı yolda qoyur, aldadır. Xəyanətkarların ən çox çalışdığı şey isə aldatdıqları insanları özlərinin günahkar olduğuna inandırmaqdır. Onlar xəyanətlərin sadəcə bir cavab addımı kimi göstərməyə çalışırlar. Lakin həqiqət budur ki, heç nə xəyanəti haqq qazandıra bilməz. Hətta ən dərin yara belə. Ləyaqətli bir insan incildikdə yarasını sarıb yoluna davam edər. O, kimsəni itirdiyini düşünməz, çünki öz dəyərini bilir və hörmətini itirmək üçün bir səbəb yoxdur. Hadisələr insanların xasiyyətini dəyişdirmir, sadəcə onları üzə çıxarır. Baxın, onlar maskaları yıxır və gerçək üzləri göstərir. Heç kim sənin yanında gəlib, salam, mən alçaq və xəyanətkaram deməz. Əvvəlcə sən ona güvənəcəksən, o isə səndəki zəif nöqtələri tapacaq, sonra isə zərbəni endirəcəkdir. Özünü günahlandırma və səbəbi özündə axtarma. Sən normal bir insansan, etibar edirsən, çünki etibar etmək lazımdır. Lakin artıq anladın ki, heç bir münasibət qəti güvən üzərində qurulmamalıdır. İtirilən zaman vəd verilməyən etimad isə sadəcə bir cəhənnəmdir. O səndəki zəif nöqtələri tapdı, çünki sevən insan bütün müdafiələrini endirir. Lakin sən qurban olduğun üçün utanmamalısan. Utanmalı olan yalnız deyir, zalımdır deyir. Xeyirxahlıq nəticələri ağır olsa da belə səhv deyil. Səhv olan yalnız qəddarlıqdır. Eyni zamanda qapını açdığın üçün özünü günahkar hiss etməməlisən. Günah və ayıb qapını boş yerə döyəndir. Əgər bir münasibətdən qurtulmaq istəyirsənsə, ən ağırsız və asan yolu seç. Bütün qapıları və pəncələri bağla. Nə bax, nə də dinlə. Onlar öz həyatlarına burax, sən isə öz həyatına davam et. Yəni bunu ölümlə necə davranırsansa elə elə. Meyitin üzərinə torpaq atıb, arxamızı çevirib gedirik. Hər gün geri qayıdıb onun halını yoxlama. Onları buraxdılar yerdə qalsınlar və sən yoluna davam elə. Çünki geriyə baxmadan daha çox incidən heç nə yoxdur. Gözəl bir fayda ki, həqiqətən də bəzən bizə sual soruşur dinlərkən, filan kəs məni yarı yolda qoydu, filan kəs məni aldatdı. Xəyanətkar insanın o təbiətidir. Sən həyatına davam elə, heç kimsəyə fikir vermə. Rəbbinə güvən. Uca Allah Teala nədir? Hər şeyə qadirdir və lütuf sahibidir. Yetər ki, Rəbbimizə bağlanaq, daha çox dua edək, daha çox zikr eləyək. Xüsusilə də bax, bu son günlərin hamısında artıq ömrümüzdən gözəl bir nə deyir? Xeyir ayları bizimlə vidalaşmağa hazırlaşır. Çalışaq ki, daha çox ibadət eləyək, daha çox sədəqə verək, daha çox insanlara yardım edək. Çünki bu günlərdə edilən yaxşı əməllər Allah dərgahında o qədər üstündür ki, bunu insan düşünə belə bilməz. Ona görə insan bu günləri çalışmalıdır ki, mələklərin dostu olsun. Mələklərin dostu olmaq mümkündürmü? Əlbəttə ki, mümkündür. Mələklər də insanlara dost olurlar. Nə zaman o insanları o xeyir əməllərdə görəndə, onların yanına gələr, onları ziyarət edər, onların dostu olar. İnsan hər zaman həyatda çalışmalıdır ki, onun məclisində mələklər olsun. Yanında mələklər olsun. Çünki o zaman xeyir, bərəkət olacaq. Və pis insanlardan uzaqlaş və həyatına davam et, Rəbbinə dua et. Uca Allah Teala hər şeyə qadirdir. Bir göz qırpımında hər şeyi dəyişməyə qadir olan kimdir? Uca Allah Teala. Çünki deyir ki, فَإِذَا قَضَى əmran
Allah Teala bir şey istəyəndə nə deyər? Ol deyər, o da deyir, olar deyir. Elhamdülillah bizim Rəbbimiz var, uca Rəbbimiz var. Niyə deyir mömin üzülməlidir ki, daha çox dua etməlidir və hələ də dualarımızın qəbul olması üçün önümüzdə çox gözəl böyük fürsətlər var. Rəbbimiz dualarımızı qəbul eləsin, bu gözəl vətənimizi qorusun. Hər zaman Amin. bizləri xeyir işlərə müvəffəq Amin. eləsin, Amin. xeyir işlərə yönləndirsin. Amin. Allah Teala əskərlərimizi qorusun, Allah Teala ordumuzu qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amin. Amin. İftar vaxtını İrşad təqdim edir. 23 Mart Ramazan ayının 23-cü günü. Bakı üçün iftar vaxtı 19:10. Ramazan proqramımız davam edir. Hal-hazırda isə iftar saatını dinləyirsiniz, iftar vaxtını dinləyirsiniz. İlahiyyatçımız Yaşar Qurbanovun təqdimatında. Hocam? Rəbbimizə şükürlər olsun. Belə gözəl havada, yağışlı havada, yağır, dayanır, belə gözəl havada həqiqətən də həm belə bir rəhmət yağan bir vaxt, həm oruclu haldayıq, Allah həmd olsun, iftara yaxınlaşırıq. Duaların ən gözəl qəbul olunan vaxtıdır. Rəbbimiz dualarımızı qəbul eləsin. Dinləyicilərimiz yol gedərkən, dinləyərkən dilinizdən dualarınızı düşürməyin. Baxın, gözəl bir məsələdir ki, mələklərin dostu. Sən düşün ki, bir gün dostlarına oturmursan, şirin söhbətlər edirsən, gözəl xatirələri xatırlayırsınız, hər şey gözəldir. Yəni bir insan dostundan oturanda sevinir, yəni hər bir şeydən danışır, ən gözəl nədir? Məclis insan dostları ilə otursun, söhbət etsin. Bəs bəzən də olur ki, bir hadisə haqqında danışırlar və s. Bəs mələklərə dostluq etmək? Bəli, sən mələklərin dostu ola bilərsən. Onlarla birlikdə vaxt keçirə bilərsən. Mələklərin yoldaşlığı sənə bütün xeyir düşüncələri gətirər. Nə ilə qarşılaşsan da qəlbini rahatlaşdırar və səni itaatkarlığa yönləndirər. İşlərə baxış bucağın deyil, dəyişər hər bir şeyə. İbn Məsuddan gələn bir hədis var. Baxın, nə deyir? Qəlbdə iki cür ilham olur insanın qəlbində. Biri şeytandan, digər isə mələkdəndir. Mələkdən gələn ilham insanı xeyrə yönləndirir və haqqı təsdiq etməyə şövq edir. Kim belə bir düşüncə hiss edərsə, bilsin ki, bu Allahdandır, ona həmd etsin. Yəni, birdən qəlbindən gəldir, ləmmətül mələk deyirlər buna. Xeyrə yönəlmək, gedim bir xeyir iş görüm, xeyir düşünüm, zikr eləyim, qəlbə gəlir. Dediyi bu mələkdəndir, deyir. Mələyin pıçıldamasıdır, deyir. Yəni, xeyrə yönəlmək insanı həmişə nikbin və ümidvar edir. Hər işdə müsbət tərəfi görməyə təşviq edir. Yıxılmağa qoymur və ümidsizliyə düşməyə imkan vermir. Əgər sənə xoş günlər gələrsə, Allaha şükr edərsən. Əgər çətinliklə üzləşsən, səbr edərsən. Çünki bilirsən ki, hər şey idarə edən hikmət sahibi Allahdır. Bəlkə həyatında heç bir dəyişiklik olmadan birdən-birə qəlbinə incə və yumşaq bir fikir gəlir. Səni gülümsədir, baxmayaraq ki, heç bir səbəb yoxdur. Bəlkə də qəfil bir rahatlıq və hüzn hiss edirsən. Bu, mələklərin ilhamıdır. Ləmmətül mələk deyirlər. Lakin elə fikirlər var ki, səni qəfil qəzəbləndirir. Digəri səni çarəsiz hiss etdirir. Biri səni qəzəbləndirən sözlərə təhrik edir. Digəri səni qorxuya salır. Yəni, qəzəbləndirən nədəndir? Şeytandan. Birdən fikir gəlir, əsəb, qəzəb. Amma gözəl düşünmə nədir? Mələklərdən gəlir. Baxın, deyir ki, bu fikir Musa Aleyhisselama vəhiy olunmuşdu. O, Fironun zalim məclisinə daxil olanda içində yüngül bir qorxu hiss etdi. Bu hissinin təsirini azaltmaq və ona güc vermək üçün Allah dərhal onu təsəlli yolunu təsəlli etdi. Qorxma, həqiqətən sən üstün olanlardansan. Hansı ki, sehrbazları toplamışdı. Düşünün, bu tarixdə Musa Aleyhisselamın qarşılaşdığı ən böyük hadisə və Allah da onun qəlbinə nə ilham etdi? Qorxma. Bəlkə də sənin də həyatında bir an gələcək ki, təkcə bu fikir olacaq. Qorxma. Bu sənə nə edəcək? Güc verəcək. Ona görə də mələklərin də əlbəttə ki, nəyi var? İnsana yardımı var. Yəni, insanın qəlbinə gözəl fikirlər gəlirsə, bu deyir, mələklərdəndir, deyir. Düşünün, həmçinin sahabə Əbu Muallaq bir gün yolda onu soyğuncu öldürmək istədi.
Soyğunçu ondan son istəyini soruşanda o isə ölümdən əvvəl Allah üçün 2 rükət namaz qılmaq istədiyini bildirdi. Soyğunçu onu tərk etdi, o namazını qıldı. Daha sonra dua etməyə başladı. Onun duası səmada eşildi və mələklərin onun səsləri səmanın qapılarını titrətdi. Və mələklər də buna nə etdilər? Titrədilər. Çünki onların dostu idi. Və Allah onları nə etdi? Ona nə etdi? Yardım göndərdi. Həmçinin mələklər Yunus peyğəmbərin də səsini tanıdılar. Çünki onların dostu idi. O balığın qarnında olduğu zaman dua etdikdə mələklər dedilər, tanış, lakin bilinməyən yerdən gələn bir səs. Bu uca Allahdan soruşdular. Dedilər, ey Rəbbimiz, bu səs tanış səs, dedi, Yunusun səsidir. Mən onu dənizin dibində həbs etmişəm. Hələ də onun əməlləri yüksəlir. Və sən mələklərə dostluq etməyi düşünürsən, ey insan. Deyib, mələklərlə yoldaşlıq. Biz nə zaman başlayır? Sübh namazından. Sübh namazında mələklər gələrlər. Həmçinin evdən ilk çıxışın mələklərin yoldaşlığı ilə edə bilərsən. Çünki ilk qarşılaşması elə bir şey olsun ki, onunla mələklər iştirak etsin. Çünki insanın məclisi mələklərin məclisindən öncə gəlməməlidir. Yəni, evdən çıxarkən necə mələklər dostluq edər? O duanı edərsənsə. Bismillah, təvəkkəl təlallah, və la havlə və la quvvətə illə billah. Bismillah, Allahın adıyla Allah'a təvəkkül etdim, güc qüdrət sahibi odur. Həmçin mələklərin iştirak etdiyi namazlardan biri də sübh namazıdır. Bu namazın şahidi olan mələklər sənin üçün dua edər, sənə yaxınlaşar, sanki ruhundan bir parçanı alıb səni qoruyarlar deyir. O rahatlığı hiss edirsən. Niyə görə sübh namazında belə bir rahatlıq var? Çünki mələklər səni şahid edirlər. Bunu bil ki, günün başlanğıcı sənin ruhunu rahatlıq və əmin-amanlıqla doldurarsa, o günün qalanı da Allahın lütfi ilə bərəkətlə keçəcəkdir. Baxın, sübh namazında. Mələklərlə dostluq eləmək istəyən sübh namazına qal. O qədər çox sevirlər. İkinci, Allah'a zikr etmək. Allah zikri, daimi zikr edirsənsə, hər zaman sənin yanında mələk olacaq. Həyatın boyu. Və Allah'tan mələkləri var ki, ləhu muaqibatun, qoruyan mələkləri var. İnsanı öndən, arxadan, sağdan, soldan, üstdən qoruyarlar. Və daimi zikr edən insan daha çox buna nədir? Nail olur. Baxın, mələklər Yunus peyğəmbərin səsini eşitdilər. Çünki onlar çox zikr edənlərdən idi. Nə deyir Altay Quran-Kərimdə? Əgər xoş anlarında zikr edənlərdən olmasaydı, qiyamət gününə qədər balığın qarnında qalardı deyib. Daimi zikr edib. Ona görə nədir? Deməli, bir insan çox zikr edirsə, mələklər hər zaman onun səsini tanıyırlar. Bu insan daimi zikr edir, daimi zikr edir. Ona yoldaşlıq edərlər. Bəlkə sən çətinə düşəndə dərhal Allah'a dua edərlər. Allahım, filan qulun ehtiyacını qarşıla. Niyə? Daimi səndən zikr edirlər. Çünki mələklər sevirlər. Çünki mələklərin bir xüsusiyyəti var. Daimi Allah'a zikr edirlər. Dayanmadan Allah'a nə edirlər? Zikr edirlər. Baxın, bu zikr dildə yüngül, lakin savabı çox böyükdür. Bunu səhər ibadətin, gecə zikrin və günün sonra et. Yəni, səhər-axşam zikirləri. Çünki Allah onun mələkləri səni qorumaq və sənə mərhəmət etmək üçün xeyir dua edərlər. Ey iman gətirənlər, Allah çox zikr edin və səhər-axşam onu tərifləyin. Baxın, odur ki, mələklərə dua edir. Əgər sən çoxlu dua etsən, nə deyir? Odur ki, sizə və onun mələkləri, odur ki, sizə onun mələkləri dua edir ki, sizi qaranlıqdan nura çıxarsın. O möminlərə qarşı çox mərhəmətlidir. Dua edən kim? Mələklər. Həmçinin hər gün Allahı həmd etməyi vərdiş halına gətir. Elhamdülillah, elhamdülillah. Çünki nəyə görə? Sən çoxlu həmd edəndə mələklər bunu sevirlər. Mələklər bunu yazmaq üçün yarışarlar. Ki bu Rəbbinə dedi, elhamdülillah həmdən kəthira. Rəbbimə çoxlu həmd olsun. Baxın, bunu həm dinlə demək, həm qəlbən bunu anlamaq. Həmd elə bir ibadətdir ki, həddi hüdudu yoxdur. Hər dəfə həmd edərkən uzun müddət unudulmuş bir neməti xatırlayaq, yenidən Allah'a şükr edəcəksən. Həmçinin mələklə harda olur? Elm məclisində, elm söhbətində. Elm məclisində iştirak edirsən. Mələklər nə edir? Orada iştirak edir. Həmçinin nə zaman mələklər sənə dua edirlər? Peyğəmbərimizə çoxlu salavat gətirəndə. Mələklər sevirlər. Əgər sən çoxlu salavat desən, Allahın mələkləri də sənə xeyir dua edirlər. Çünki Allah onlara bunu əmr edib. Baxın, mələklər də həmçinin istəyirsən mələklər sənə hər zaman dost olsun,
başqa bir insan üçün dua elə. Mələk nə deyər? Amin deyər. Peyğəmbərimiz buyurur. Bir insan qeybən bir qardaş üçün dua edərsə, mələk deyər ki, sənə də olsun. Deməli, sənin yanında nə olar? Mələk olar. Baxın. Ona görə də bunları insan artırdıqca mələklər nə edir? Dost olur. Və mələklər dost olan insan əlbəttə ki, hər zaman xeyir içərisində olacaq. Namaz. Həmçinin nə zaman mələklər dost olurlar? Xəstə insanı ziyarət edərkən mələklər səninlə bərabər o xəstə ziyarətində iştirak edirlər. Düşünün. Deməli, mələklərin dostu ola bilərsən. Nə ilə? Əlbəttə ki, yaxşı əməllər və üstəlik əsasən nədir? Xəstəni ziyarət və digər məsələlər. Mələklərin dostu olmaq üçün həqiqətən insan nə etməlidir? Çalışmalıdır. Çünki o zaman insanın qəlbinə rahatlıq gəlir. İnsan sevinç içərisində olur. Hər zaman xeyir içərisində olur. Yəni, bundan böyük bir şey ola bilərmi? Əlbəttə ki, yox. Düşünün, mələklər sənin həmişə sənin nəyidir? Dostundur. Allah həmd olsun. Həmçinin suallara keçək. Olar suallara keçək. Suallarımız çoxdur. Çoxdur, bəli hocam. Başlamaq istəyirəm ilk sualımızla. Allah sizdən razı olsun yazır. Sualım budur. Gecənin hansı vaxtına qədər oyaq qalmaq, həmin günü əhya etmək sayılır? Hansı müddətdən sonra yatıb gecəni öldürürsən? Ümumiyyətlə, Qədr gecələrində Peyğəmbərimiz buyurur ki, mən əhya, yəni əhya nə deməkdir? O gecəni yaşatmaq, nə ilə? Dinlə, ibadətlə yaşamaq. Yəni gecənin Qədr gecəsi başlayır, günəş batdı, yəni məğrib namazından ta sübh namazına qədər. Belə bir şərt yoxdur ki, hamısını oyaq qalmaq. Gecənin hansı hissəsini də ibadətlə keçirsən, sayılırsan. Yəni ilk hissəsi, orta hissəsi, sadəcə ən gözəl vaxtı nədir? Bu tək Ramazan ayına deyil, baxın. Bütün aylardadır bu. Bütün günlərdədir. Ən üstün namaz hansıdır? Müstəhəb namazlar içərisində, vacib namazdan sonra gecənin son 1/3-də qılınan gecə namazı, yəni təheccüd namazı deyirlər. Gecənin son 1/3 hissəsi, yəni sübh namazına 2 saat qalmış, 1 saat qalmış. Çünki yayda fərqli olur, qışda fərqli olur. Yəni ona görə hesablayırsan. Onu necə hesablayırsan? O gecənin 3/1 hissəsini necə hesablayırsan? Məğrib namazından sübh namazına qədər olan vaxt. Bu vaxtı bölürsən 3 yerə, son 3-ü gecənin son 3/1 hissəsidir. Qışda ola bilər ki, uzun olur gecə, yayda qısa olur gecə. İndi təxminən saat 3-dən başlayır gecənin son 3/1 hissəsi. 3, 4, 5 ta sübh namazına qədər. Yəni, o zaman namaz qılmaq daha üstündür. Nəyə görə? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, gecənin son 3/1 hissəsində, bax 3/1 deyil, son 3/1 hissəsində Uca Allah Teala dünya səması nədir? Və deyər ki, kim dua edir, duasını qəbul edim. Kim bağışlama deyir, bağışlayayım. Kim ruzu verir, ona ruzu verim. Ruzların paylandığı bir zaman. Ona görə də Qədr gecələrində də gecənin bir hissəsini qalmaq kifayət. Hətta gecəni 10 dəqiqə belə ibadətlə keçirsən, o gecəni yaşamış sayılırsan. Belə bir şərt yoxdur ki, gecənin bütün hamısını oyaq qalmaq. Xeyr, gecənin ilk hissəsi də olar, orta hissəsi də olar və yaxud da ki, dincəl, sahurdan əvvəl qalx. Yəni sahurdan bir saat əvvəl, 2 saat əvvəl qalx, yarım saat əvvəl qalx, hamısı sayılır. Cümə gününün sübutu dəlini istəyərdim ki, yəni cümə günü niyə biz cümə günü kimi qeyd edirik? Niyə müsəlmanlar üçün cümə günü? Ona görə ki, 1-ci Quran-ı Kərimdə Cümə surəsi var, bu bir. Allah da Quran-ı Kərimdə bizləri cümə namazına çağırır. İzə nudiyə lis-salati min yevmil cümə. Yəni cümə günü namaza çağırıldı, amma fəs'əv ilə zikrillah. Yəni Allah xatırlamağa tələsin, namaza tələsin də cümə namazı. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala İslam ümməti üçün, yəni hər bir ümmətə bir günü verib Allah Teala, seçib onlar üçün. Və bizlərə elə bir günü seçib ki, o da cümə günüdür. Cümə günü əslində müsəlmanın balaca bayramıdır. Cümə günü cümə namazı var. Cümə günü qiyamət günü də cümə günü qopacaq. Baxın, qiyamət günü cümə günü qopacaq. Və üstəlik, yəni Adəm əleyhissalam cümə günü endirilib. Cümə günü qopması qiyamətin və cümə günü müsəlmanların bayramıdır, balaca bayramıdır və cümə namazı var. Cümədən cüməyə Allah günahları bağışlayır və cümə günündə cümənin son saatları, yəni cümənin son saatları əsr namazından sonra məğrib namazına qədər, baxın, cümənin son saatları Ramazan ayında Qədr gecəsi kimidir. Yəni duaların qəbul olmasında. Allahın bir lütfüdür. Allah Teala bu ümmətə cüməni seçib.
cümə gününü seçib Allah da bu ümmət üçün. Hocam maraqlı bir sualdır. Bir əqidəyədəyəm deyir, ad çəkmir. Başqa bir əqidəyə keçmək istəyirəm, yenə ad çəkmir. Amma deyilir ki, əqidə dəyişilə bilməz. Bu doğrudurmu? Dinimizdə ümumiyyətlə belə bir şey yoxdur. Baxın, biz hər zaman haqqa baxmalıyıq. Yəni sən dediyin düşüncən, hansısa bir əqidən, etiqadın, düşüncən Quran-ı Kərimə uyğundur, Quran-ı Kərim onu dəstəkləyir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərinə uyğundur. Çünki ola bilər ki, bir çox düşüncələr var. Misal üçün zamanımızda o qədər düşüncələr var ki, İslamla əlaqəli olsun, dinlə əlaqəli olsun, etiqadla əlaqəli olsun. Aha, baxanda görürsən ki, yəni bu düşüncə Quran-ı Kərimə məsələn ziddir, Quran-ı Kərim anlayışına ziddir, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm gətirdiyinə ziddir. O zaman yəni insan hər zaman deyir ki, haqqı axtarmalıdır. Əl-haqq dallatul mu'min deyir. Haqq deyir, möminin hər zaman axtardığı bir şey olmalıdır. Yəni burada məsələ deyil, mən bu əqidəyə keçim, bura keçim, ora keçim. Əsas nədir? Haqq üzərində olmaq. Yəni ola bilər ki, misal üçün elə bir əqidə çıxır ortaya ki, baxsan Quran-ı Kərimə tamamilə Quran-ı Kərim anlayışına ziddir. Misal üçün bəzi ola bilir, məsələn təriqətlərdə olur, bəzən olur ki, insanı müqəddəsləşdirirlər. Bəli. Bu Quran-ı Kərimə ziddir. Misal üçün bəzən olur ki, deyir ki, övliya adı altında bəzən görürsən. Övliya nə edir? Övliya deyir ki, dünyanı idarə eləyir, övliya öldürür, övliya ruzu verir. Birisi altda yazmış ki, Allaha nə qaldı? Yəni Allahın sifətlərini övliya adı altında insana vermək olmaz axı. Yəni bu Allaha aid olan şeylərdir. Öldürmək, ruzu verən, evlad verən. Belə bəzən nağıllar da uydururlar. Görürsən ki, yəni etiqaddır, amma Qurana ziddir. Misal üçün belə şeylər çox yazırlar. Misal üçün verirəm, dinləyici anlaysın deyə. Misal üçün ölüm elə bir şeydir ki, insan öləndən sonra heç kim sonra geri qaytara bilməz. Məsələn, bəzi Sindibad nağıllar kimi var, bəzi təriqətlərdə. Deyir, bir gün deyir, bir övliyanın yanına birisi gəldi, deyir ki, sən necə övliyasan? Deyir, nə olub? Deyir, oğlumun canını alıb. Ölüm mələyi geri qaytar. Övliya qalxdı səmaya, deyir, ölüm mələyinə bir dənə şillə vurdu, deyir. Əlindən aldı, deyir, torbanı, deyir, geri qayıtdı, deyir, o gün ölənin hamısını diriltdi. Bu Quran-ı Kərim məfhumuna uyğundur? Yox. Necə, yəni, övliya dirildir? Ona görə də haqqa baxmaq lazım. Sən, yəni, düşüncə Quran-ı Kərimə uyğundur, Quran-ı Kərimdən, Peyğəmbərimizdən uyğundur. O, bizim, yəni, çox düşüncə var. Haqqı axtarmaq lazım. İnsanlara bir şəxs zərər verməyib, lakin heç vaxt dini qaydalara əməl etməyibsə, o zaman onun axirətdəki aqibəti necə olacaq? Yəni, o, Allahla öz arasında, yəni, insan zərər verməyibsə, əlbəttə ki, gözəl bir insandır. Amma Allaha bağlılığı, Allahı sevmək, bu əlbəttə ki, ibadət, bunlar dinimizin nə idi? Əsasıdır. 37 yaşım var, işlərim düz getmədi də. Hansı işə getdimsə alınmadı. İndi Bakıda taksi sürürəm. Bunda sabah təhvil verirəm, bu da olmadı, alınmadı. Oruç tutdum, amma 5 gün tuta bildim, taksidə tuta bilmədim. 3 gün heç nə yeyə bilmədim. Dedilər, tutma rolda özündən gedəcəksən. Bakıda tək qalıram, inşallah gələn ildən tutaram. Yəni, soruşmaq istəyir ki, bu səbəb ola bilərmi oruç tutmamasına? Yəni, insan xəstə deyilsə, sağlamdırsa, tuta bilirsə, tutmalıdır orucunu, yəni, bacardığı qədər tutmalıdır. Hansı halda aça bilər? Həqiqətən də insan deyək ki, huşunu itirir və ya xəstədir, heç cür mümkün deyil, ağrı bir işdədir, yəni, o hallarda aça bilər. Amma ki, insan necə deyilər, denəməlidir, çalışmalıdır, öz nəfsini alışdırmalıdır, bir dəfə çətin olur, amma sonra rahatlaşır, Allaha dua etməlidir ki, Allahım sən mənə yardım eylə. Yəni, oruc elə bir ibadətdir ki, hər bir şeyə görə mən orucu tutmuram deyə olmaz. Hocam, deməli 3 yaşında qızı var, onu həddindən artıq çox sevir, o da məni çox sevir, amma narahatdır nəyə görə? Yəni, o qədər çox sevir ki, hani Allaha olan sevgi burada qorxur da, yəni. Yox, evladı sevmək təbii bir sevgidir. Əlbəttə biz evladlarımızı və valideynlərimizi sevirik, amma Allah və Rəsulun sevgisi hamısından üstün olmalıdır. Yəni Allah və Rəsulun sevgisi atalarımızdan da üstündür, valideynlərimizdən də üstündür. Allah Rəsulun sevgisi. Yəni buna necə diqqət edək hocam? Həddini aşmamaq, yəni. Misal üçün ola bilər ki, bu təbii sevgidir, evladını sevir. Amma Allah sevgisi nə deməkdir? İbadətləri yerinə yetirməyi. Məsələn, bəzən insan o qədər evladına bağlanır. Evladımı sevirəm, görürsən ki, namazların vaxtını keçirir. Niyə? Evladıma baxırdım, vaxt ayırmadım. Bu doğru sevgi olmadı. Yəni Allah sevgisi odur ki, Allahın buyruqlarını yerinə yetirmək. Yəni balansı qorumaq lazımdır.
Aydındır. Allah sizdən razı olsun. Allahın salamı olsun üzərinizə. Axşamdan yazıram ki, qabağa düşüm. Suallar çox olur. Belə rivayət edirlər ki, maraqlıdır hocam. Həzrəti Cəbrail Qədr gecəsinin vaxtını demək üçün yerə enir. İki müsəlman dava edir, görüb geri qayıtmaq istəyir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onu görüb nə xəbər etdiyini soruşur. Cəbrail isə Qədr gecəsinin vaxtı nə vaxt olacağını deyəcəkdim. İki müsəlman dava etdiyinə görə demədim. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm çox yalvarır, hətta saqqalı da palçığa batır. Məhz onun xatirinə axırıncı 10 günlük tək gecələrində axtarsınlar Qədr gecəsini. Bunu deyir sənin ümmətin. Çox uzun oldu, bağışlayın, bilmək istəyərdim. Belə bir şey olmuş ola bilərmi? O hədis elə deyil. Sadəcə o hədisi biraz qoşublar, əlavə ediblər. Olduğu kimi rivayət etmirlər. Cəbrail əleyhissalam gəldi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Qədr gecəsini baxın, deyir ki, müsəlmanlar arasında fitnə, yəni dalaşmaq bəzi nemətlər aradan qaldırır. Bunlardan birisi bunu sübut. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, gecə çıxmışdım, Qədr gecəsini xəbər verəcəyəm sizlərə. Amma gördüm ki, iki nəfər bilmə mübahisə edir və unutturuldum. Onların mübahisəsinə görə Allah təala bu neməti məndən aldı, unutturuldum, deymi? Unutturuldum. Amma saqqalı batdı, Cəbrailə yalvardı, ay bunu dinə, o artıq biraz nə deyirlər, bu biraz şirdiblər. O hədis elə deyil. Bəziyiblər onu biraz. Bəzi insanlar danışanda bəzi şeylər o qədər bəziyirlər ki, olduğu kimi danışmaq lazım Peyğəmbərimizin kəlamlarını. Peyğəmbərimizə xəbər vermək istədim. Amma görürük iki müsəlman yəni bir-birinə mübahisə aparırlar, səbəbsiz yerə, qəzəbləniblər bir-birinə qarşı və deyir ki, onu sizə görə deyir, unutturuldum deyir. Sahabelər ki, bu cəza olaraq deyir, o gecəni Allah məndən qaldırdı deyir. Hay, mən o səndən onlara nə deyim? Amma nə dedi? O sonra yalvardı, yaxşı Ramazan son 5-10 günündə diyor, elə deyil rivayət. Peyğəmbərimiz özü buyurur ki, İltəmisuha fil əşl əvaxir. Ramazanın son 10 gündə axtarın. Tək gecələrin birində. Amma Peyğəmbərimizin vaxtında olub ki, 20-ci gecəyə təsadüf edir. Bəzən 25-ci gecə. Peyğəmbərimiz bilib. Yəni hardan bir əlamətlərindən bilib. Amma deməyib insanlara ki, ay insan bugün yığışın, bugün tək gecədir, yəni bu gecədir, mütləq Qədr gecəsidir. Yox, Peyğəmbərim hamısını ibadətini keçirib və deyib ki, son 10 gündə axtarın, tək gecələrdə axtarın. Biraz rahatlaşdırıb. Əvvəl deyib son 10 gündən, sonra deyib tək gecələrdə. Biraz da insan rahatlaşır ki, son 10 gün tək gecələrdə rahatdır deyə. Yəni daha artıq bilirik ki, tək gecələr nədir? Son 10 gün tək gecələri. Unutturuldum deyir, deyil mi? Unutturuldum deyir. Allah təala sizin mübahisənizə görə deyir, o neməti də qaldırdı, yəni unutturuldum deyir. Yəni bu nə deməkdir? İxtilaf, fəsad bəzi nemətlərin əldən çıxmasına səbəb olur. Bu belədir. Amma o dediyi kimi heç olmasa Cəbrail saqqalı palçığa batdı, yalvardı, heç olmasa dinə. Yox, elə o rivayət o biraz şirdilmişdi, biraz bazar söhbətinə oxşayır. Elə deyil o yəni. Dediyin formadadır. Hədis dediyin formadadır. Amma şey də xoşuma gəldi hocam. İki müsəlmanın dir davasından sonra deyir o bərəkət qalxdı. Unutturuldum ona görə. O siz onlara görə, onların o yəni səbəbsiz yerə münaqişəsinə görə unutturuldu deyir. Demək ailədə də bəzən elə olur da, səbəbsiz münaqişədə bərəkət qalxar. Səbəbsiz münaqişələr, səbəbsiz dəyişmələr, nə qədər bərəkətli aradan qalxır. Ailədə də qalxır, insanlar arasında da qalxır, qonşu ilə də qalxır, dostla da qalxır. Hər bir şeydə səbəbsiz münaqişələr nə qədər bərəkətlərin aradan qalxmasına səbəb olur. Salam, sahura xaş yemək olarmı? Bu dinləyicimiz hər 3 gündən bir soruşur. Sahura xaş yemək olar, sahura. Halal yeməklərin hamısı olar. Mənə yazıb cavab vermişəm, yenə sizə yazıb. Halal yeməklərin hamısı yemək olar. Çox xaş yeyəndir bu dinləyicimiz. Sevirəm hocam. Ye, xaş ye, amma axşama qədər dözə də bil, yəni xaşdan sonra. Sadır hocam. Xaş yeyəndə nə bilim onun sarımsağı var, nə bilim onun turşusu var, nəyi var. O biraz çətindir ondan dözmək. Bilmirəm, heç yeməmişəm ona görə. İmsakda və ya iftarda ya da istənilən zaman xurma yedikdə xurmanın tək sayda yeyilməsi vacibdir. Bəzi insanlar deyirlər xurmanı tək sayda yeyirlər, lakin mən buna inanmıram. Əgər tək sayda yeyilməlidirsə, səbəbi nədir? Nə üçün tək sayda yeyirik ki? Tək sayda yeyilməsi ancaq bayram günü Peyğəmbərimiz tək sayda yeyib sallallahu əleyhi və səlləm. Bayram günü, yəni Ramazan bayramında Peyğəmbərimiz sallallahu əleyhi və səlləm tək sayda xurma yeyib gedərdi. Nəyə görə? Çünki insanlar o günü oruç tutmasın deyə. Artıq bayram günü oruç tutulmaz deyə. Bəzən olur axı, məsələn 12 kimi oruç tutum. Yanlışdır o. Peyğəmbərimiz tək sayda xurma yeyərdi. Bu müstəhəb əməllərdən birisidir. Tək sayda ancaq bayram günü. Amma normal həyatda, iftarda belə yeyəndə o tək sayda gəlməyib.
Ancaq bayrama aiddir. Allah razı olsun. Quranı oxuyub qutarandan sonra sadaqul Allahu əzim deyilməli. Sadaqallahul azim bu peyğəmbərimizdən hədis yoxdur. Bu insanlar, bu qarilər arasında yayılıb. Sadaqallahul azim, yəni əzəmətli Allah doğru danışdı deməkdir. Peyğəmbərimiz elə bir şey deməyib. Sadəcə bu illər sonra bu Quran qarilərindən çıxan bir yenilikdir. Özlərindən bunu düzəldir. Oxuyur deyib sadaqallahul azim, yəni Allah doğru danışdı. Yəni doğrudur Rəbbimin kəlamı. Bunu özlərindən qoşublar. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Quran oxuyandan sonra bu sözü deməyib. Yəni bu artıq o qədər vərdiş olunub ki, hər zaman Quran oxuyandan bütün qarilərin sonuna bax sadaqallah lazım deyirlər. Aha. Deməli sədaqə verirlər daha doğrusu bu dinləyicimizə və soruşur, mən həmin sədaqədən fitrə zəkatını çıxarda bilərəmmi? Həmin o verilən sədaqə? Bəli, çıxarda bilər. Yəni ona sədaqə veriblərsə, deyək ki, kifayət qədərdirsə və fitrə sədaqəsi gəlibsə, bəli, onu çıxarda bilər. Səhər evdə sübh namazı üçün aldığımız dəstəmazla günorta zöhrü işdə qılmaq olarmı? Üzr istəyirəm hocam. İşdə makyajlı olduğum üçün zöhr namazını qaçırmamaq üçün belə edə bilərəmmi? Yəni dəstəmazını alır, qılır, makyajını çəkir, işə gedir, amma dəstəmazlı olur da hocam. Qıla bilərmi belə? Bəli, yəni dəstəmazı pozulmayıbsa, əlbəttə ki, qıla bilər. Dəstəmaz pozulmayıbsa, yəni o makyaja görə, makyaj yəni nəyisə dəstəmazı batil etmir və ya namaza mane deyil yəni. Anladım. Qadınlar namaz vaxtı yalın ayaqmı qıla bilərlər, yoxsa mütləq nəsə ayaqlarını geyinməlidir? Ayaqlarını geysinlər, yəni corab geyinsinlər. Geysinlər mi hocam? Bəli. Evdə olsa da mı geysinlər? Bəli. Bu namaza aiddir. 3-4 il əvvəl qara zirə toxumu almışam Həbəşistandan. Yaşar müəllimdən soruşmaq istəyirəm ki, 3-4 ildir şkafda qalıb, keyfiyyətini itiribmi? Həbəşistanındır yəni daha doğrusu. Vallahi onun keyfiyyətini itirməyini mən bilmirəm. Yəni onu kimdən alıbsa onlardan soruşsun yəni. Amma o hər halda belə tez xərab olan bir şey deyil yəni. O şey dillərdə qara zirə deyirlər ona, həbbət-i savda. Peyğəmbərimiz buyurur ki, sallallahu əleyhi və səlləm, ölümdən başqa hər şey üçün şəfadır, buyurur Peyğəmbərimiz. Hətta indi o barədə dərmanlar düzəldirlər. Hətta qərb dünyasında belə artıq ondan istifadə edirlər. Həqiqətən çox böyük təsiri var. Yəni onun bir dəfə dinləyicimizə ondan məlumat vermək lazımdır. Həqiqətən də o çox gözəl bir şeydir. Onu istifadə etmək şəfadır. Hətta son 200-ə yaxın araşdırma aparılıb və yəni xərçəngə qarşı xərçəngin hüceyrələrini aradan qaldırmaq çox möhtəşəm bir təsiri var. Bu sübutdur, elmi sübutlardır. Buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ki, ölümdən başqa hər şey üçün şəfadır deyə Peyğəmbərimiz buyurur. Yəni o xərab olması hər halda yəni yüngül qalmağa görə xərab olmur. Yenə də soruşa bilərlər, yəni o sahə üzrə. Ya da mən soruşub deyərəm inşallah. Onu satanlardan soruşaram. Hocam, deməli Allahümme salli ala Muhammed və ala ali Muhammed və ya sallallahu aleyhi və səlləm. Bilmək istəyirəm ki, 2 cürdür Peyğəmbərimizə salam vermək. Peyğəmbərimizə salavatın çox formaları var. Hansını desən deyə bilərsən. Misal üçün sallallahu aleyhi və səlləm ən qısa forması. Allahumma salli və səllim ala Muhammed. Allahumma salli və səllim ala Muhammed və ala ali Muhammed. Amma bəziləri ancaq salavat deyirlər, salamı demirlər. Bu biraz azdır. Nəyə görə? Baxın, Allahumma salli və səllim ala Muhammed və ala ali Muhammed. Yəni salavatla bərabər salam da demək lazımdır. Çünki altı buyruq Quran-ı Kərimdə sallallahu aleyhi və səlləm deməyəkmi? Sallallahu aleyhi və səlləmdə var salam. Amma çoxu nə deyir? Allahumma salli ala Muhammed və ala ali Muhammed. Salavatı deyir, amma salamı demir. Deyək ki, Allahumma salli və səllim ala Muhammed və ala ali Muhammed. Salli və səllim. Çoxları deyirlər, salavatı deyirlər, amma salamı demirlər. Çünki nəyə qaldı buyurur Əhzab surəsində, ya eyyuhellezine amanu ey iman gətirənlər sallu aleyhi və səllimu. Deyir, salavat da göndərin, salam da lazımınca salamlayın deyir. Altı Quran-ı Kərimdə. İndi qarışdırdım. İndi sallallahu aleyhi və səlləm deyəndə salam var. Sallallahu aleyhi və səlləmdə var. Sallallahu aleyhi və səlləmdə var. Amma çoxları nə deyir? Allahumma salli ala Muhammed və ala ali Muhammed. Misal üçün. Deyək ki, Allahumma salli ala Allahumma salli və səllim. Yəni ona salamı da artır. Onu demək istəyirəm. Başa düşdüm hocam. Amma sallallahu aleyhi və səlləmdə var o söz. Salavat zikrin etmək maraqlıdır. Bu hədisdən mi gəlib, yoxsa o Quranda mı yazılıb? Əhzab surəsi 56-cı ayə Quran-ı Kərimdə. Əhzab surəsində.
İnnallah ve melaiketehu yusalluna alen nebi. Ya eyyühellezine amenu sallu aleyhi ve sellimu. Ey Allah mələkləri peyğəmbərə salavat edirlər. Allahın salavatı nədir? Öz dərgahında xatırlaması. Mələklərin salavatı nədir? Xeyir dua. Ey iman gətirənlər, siz də ona salavat və salam göndərin. Əhzab surəsi. Və bir də peyğəmbərimizin hədisləri. Səcdədə dua eləmək, duanın qəbul olması üçün daha mı savabdır? Yəni daha mı tez qəbul olur Bəli, dua? bunu peyğəmbərimiz buyurur sallallahu əleyhi və səlləm. Buyurur ki: "Aqrabu ma yakunu beynel abdi və rabbi." Qulla Allah arasında ən yaxın an səcdə anıdır. Fəəksiru fiha dua. Orada da duanı artırın. Baxın, orada duanı artırın. İndi belə bəzilərinə qəribə gəlir ki, mən səcdə öz dilimdə dua edə bilərəm. Bilərsən, çünki dua etmək üçün mütləq hər kəsə vacib deyil ki, ərəbcə öyrənsin. Onda elə çıxır ki, bu ancaq səcdə duanı ərəb dili bilənə edəcək. Xeyr, səcdədə Subhan Rabbiyal A'la, yəni səcdə zikrini deyəndən sonra istər vacib namaz olsun, istər müstəhəb namaz olsun, istədiyimiz qədər, yəni Allah təala dua edə bilər. Çünki peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub. Mənim övladım narkotik alüdəçisi oldu, işin itirdi, çox gəncdir. Bu onun qədəridir ya necə? Özümə təsəlli tapmaq üçün deyirəm. Yəqin burada da bir xeyir var. Müalicəyə yatızdırmışam. Can Allah kömək olsun sizə. Allah şəfa versin, Allah kömək olsun. Allah kömək olsun. Gözəl Biz ana. ancaq nə edərik? Dua edə bilərik. Allah kömək olsun. Allah şəfa kömək versin. olsun anamıza. Allah yardım etsin anamıza. Amin. Amin. Ah, bu gənclər özlərini məhv etmək qalsın bir yerə, analarını məhv edirlər də. Mən həqiqətən nə bilim, Allah sizə kömək, Allah sizi tezliklə sevindirsin. Amin. Övladınız Allah- tez bir zamanda müalicəsini tapsın, Allah şəfa şəfa versin Rabbim. Siz də tezliklə sevinəsiniz inşallah. Hocam, yəni, belə bir sual var, deyir ki, neysə, deyir ki, başqasına dua etmək duaların daha tez qəbul olmasına gətirib çıxardırmı? Bu peyğəmbərimiz buyurur sallallahu əleyhi və səlləm, deyir ki, bir insanın deyir da'vatul mar' bi zahril gayb, yəni bir insanın başqa bir qardaşına qeybən dua etməsi, yəni üzünə deyil. O dua edərsə də mələk deyər ki, sənə də eyni misli olsun. Ona görə deyirlər ki, duaların qəbul olması üçün nəyə görə başqasına dua elə? Çünki mələk sənin duana amin deyir. Mələklərin duası qəbuldur. Nəyə görə? Çünki insan üzünə dua edə bilər. Bu bəzən səmimi ola bilər, səmimi ola bilməz. Amma bir insan üçün sən o eşitmədiyi, gecə namazından dua edirsənsə, bu deməli ixlas deməkdir, səmimiyyət deməkdir ki, sən dostun üçün, qardaş üçün dua edirsən. O mələk də deyər ki, amin. Ona görə salihlər hər zaman nə edərdilər? Başqaları üçün, dostlar üçün, yaxınlar üçün dua edərdilər. Yəni istədiyin şeyi qonşuna istə, dostuna istə, nə istəyirsənsə, qoy mələklər amin desin. Bu duanın qəbul olması üçün ən gözəl vasitələrdən, səbəblərdən biridir. Namaz qılarkən hansı hallarda səcdə səhvini etmək vacib olur və bu səhv səcdəsi necə yerinə yetirilməlidir? Səhv səcdəsi, yəni namazda bir vacibi tərk etsən, namazda vacibi tərk etsən və ya deyək ki, namazda 4 rükət namaz qılırsan, 2-ci rükətdən sonra təşəhhüdü oxumadın, qalxdın 3-cü rükətə, misal üçün. Nə edirsən? 3-cü rükəti qılırsan, 4-ü qılırsan, axırda təşəhhüdü oxuyursan, səhv səcdə edirsən. Və ya namazda bilmədin, 3-cü rükətdir, 4-cü rükət, şək şübhədə qalmısan. Azla götürürsən, 3 götürürsən, 3 qıldın, 4 qıldın, axırda səhv səcdə edirsən. Yəni, vacibləri tərk edəndə, ya səhv eləyəndə, namazın sonunda, namazı bitirməmişdən əvvəl 2 dəfə səhv səcdə edirsən. Nə deməkdir? Yəni, namazdakı qüsuru aradan qaldırır. Namazda Fatihə surəsini unutmaq namazı batil edirmi, yoxsa səhv səcdəsi ilə düzəltmək olarmı? Səhv səcdəsi düzəltmək olar. Cinsiyyət planlaması günah sayılırmı? Yox, günah deyil. Allah sizdən razı olsun. Bilmirəm sualınız nə idi, amma səsləndirmişik, silinibsə səsləndirilib. Çörək müqəddəsdir. Bəzən çörəyi zibilliyə atırlar. Sizdən xahiş edirəm, insanlara başa salın hocam. Çörək müqəddəs deyil, bu məhfum, amma Allahın nemətidir. Peyğəmbərimizdən belə hədis var ki, Allahın nemətinə kömək eləyin. Allahın nemətinə yaxşı davranın. Xüsusilə çörək barədə var bəli Peyğəmbərimizdən gələn ki, əkrimu ni'mallah. Allahın nemətinə qarşı səxavətli olun. Allahın nemətinə hörmət edin. Yəni atmayın belə. Çünki bu nə nemətdir, neməti atmazlar. Ən azından çoxdursa bir onu verə bilərsən, heyvanlara verə bilərsən və ya istifadə edənlərə verə bilərsən. 28 yaşı var bacımın. Həyatımızda o qədər pis hadisələr olub ki, həyatımız puç olub. Buna görə bacım məndən bir gün uzaq qalanda qorxuram. Mən nə edim?
Valla qorxma, çoxlu dua elə, çoxlu zikr elə. Vəsvəsə Belə deyil. durumlarda bu vəsvəsədir, heç nədən qorxma. Çünki onsuz da bir insan daimi belə yaşaya bilməz axı. Ona görə çoxlu Rəbbinə zikr elə, gecə namazlarına qalx. Çaşıb iynə vurdurdum oruçlu halda. Bilərəkdən etmədim, çaşdım hocam. Orucum pozulurmu? Nə iynəsi? Bilmirəm. Nə iynəsi onda Yəni biraz zəhmət antibiotik, ağrı kəsici, bu iynələrin heç birisi orucu pozmur, vurdurmaq olar, narahat olma. olmasın. Mən fitrə sədaqasını pul olaraq vermək istəyirəm və nə qədər verə bilərəm? Yəni fitrə sədaqəsi qida məhsulları ilə verilir, bayramdan 2 gün əvvəl. Amma siz özünüz tanımırsınızsa, bunu kimlərsə təşkil edirsə, onlara misal üçün verirsən, sənin yerinə kimsə alır, bayram namazını 2 gün əvvəl çıxardır. Belə halda pulla vermək olar. Əgər bir insan digərinin əsəblərini sınayırsa evdə və ya özündən çıxartmaq üçün hər şeydən söz-söhbət çıxarırsa, həmin insanın orucu pozulurmu? Orucu pozulmur, orucun savabı azalır. Yəni oruclu halda olmaz belə əsəbləşmək. Hətta Peyğəmbərimiz buyurur ki, sizlə birisi sizi söysə və ya nalayiq sözdürsə, desin fə inni saimun, desin ki, mən orucam. Damar iynəsi, heç bir iynə orucu pozmur. Sadəcə vitamin olsa pozur. Dinləyicimiz soruşur. Yəni damardan vuruldu, antibiotik, ağrı kəsici. Bunlar nədir? Orucu pozmur. Şey olsa, vitamin olsa, qidalandırıcı olsa pozur. Yoxsa belə iynələr pozmur. Aha, insanlar dua etdikdə özü üçün bir arzusu var, özünün istədiyi bir arzu özünə yaxşı təsir edir. Lakin bu duanı etdikdə başqası üçün pis olur. Əgər bu arzusu həyata keçsə, başqa insan üçün pis olur. Belə dualar etmək olarmı? Başa düşmürəm, necə başqası? Siz nə demək istəyir hocam? Məsəl üçün, özü üçün dua eləyir, amma bilir ki, özü üçün elədiyi duada, deyək ki, nəsə istəyir də, o istədiyi başqa birisinə zərər verəcək, amma o illə də onu istəyir. Belə bir duanı etmək olarmı? Niyə zərər versin ki başqasına? Başa düşmədim. Yəni Allahdan bir şey istəyirsənsə, bir nemət istəyirsənsə, o başqasına zərər verəcək. Yəni bəzən elə dualar edənlər olur. Ona görə dua edərkən deyək ki, Allahım xeyirlisini istə hər zaman. Baxın, nə deyir alimlər? Dua edərkən deyək ki, Allahım səndən xeyirlisini istəyirəm. Nəyə görə? İstədiyin şey sənə ziyan ola bilər, istədiyin şey sənə zərər ola bilər. O zaman deyək ki, Allahım səndən xeyirlisini istəyirəm. Yəni o istədiyim şey mənim üçün xeyirli olsun. Rəfiqəmin 27 yaşı var, 15 ilə yaxındır ki, oruç tutur. Bu il səhhətində problem ver deyə tuta bilmir. Əməliyyat olacaq. Onun qəzası və ya günahı varmı? Yox, yəni əməliyyat olunacaq, sonra qəzasını sonra tutacaq. Heç bir günah yoxdur. Yəni baxın. Qəzası var yəni. Nə orucun? Əməliyyat olacaq. Bəli, qəzası var. Bax, eyni xəstəlik kimidir. Yəni insan əməliyyat olundu, xəstə oldu, həmən tutmadın, qəzasını tutursan, o eyni oruçlu sayılırsan, deməli xəstə icazə verilir. Ona görə narahat olma. Amma qəzası var, tutmalıdır. Bəli. Mənim 4 qızım var, tanıdıqlarım deyir ki, sənin yerin cənnətdir. Bu doğrudurmu? İnşallah, nə gözəl. Yəni elə bir şey mən də işləmir. 3 qızın olarsa onları. Bəli, Peyğəmbərimiz sallallahu buyurur ki, 4 qız, sonra deyir 3 qız, sonra deyir 2 qız deyir. Onu deyir böyüdərsə deyir, boya başa çatdırarsa deyir, onu hələ evləndirərsə deyir, onların valideynin cənnətə girməsinin səbəbidir və cəhənnəmə bir sipərdir, yəni cəhənnəmə girməzlər deyir. Hətta bu rivayət başqa rivayətdə gəlir, bacılar üçün də gəlir. Kimin deyir? Allah Teala deyir qızla imtahan eləyərsə, qızın evlatlarını, bir də deyir bacısına deyir. Ona görə bir insan bacısına yardım etməyi lazımdır. Bacı haqqında da gəlib bu hədis. Hocam, mən bu sualı başa düşmədim. 44-60. Efirə oxumayın, sadəcə cavab verin, rica edirəm sizdən. Çünki sual mənə aydın olmadı. Belə bir şey varmı deyə soruşur. Mən anlaya bilmədiyim üçün də oxumadım. Yazsın, mənə izah edərəm, başa düşdüm yəni. Deyim, sizin özünüzə şəxsi yazın. Sizin nömrənizə yazacağım, hocamın nömrəsini yazarsınız. Salavatı salamla bir də desin də hocam, nə olar? Tələsmədən desin. Baxın, deyək ki, sallallahu aleyhi və səlləm. Bu ən qısa forması. Amma deyəndə ki, Allahumma salli və səllim alə Muhammed və alə əli Muhammed. Nə deməkdir? Allahım, sənin salam və salavatın olsun Peyğəmbərimizə, onun əhli beytinə. Yəni, bax, çoxları deyirlər ki, Allahumma salli alə Muhammed. Sayılır, amma tam deyil. Ayədə nə deyir? Salam və salavat və salam göndərir. Çoxu deyir ki, Allahumma salli alə Muhammed və alə əli Muhammed. Deyək ki, Allahumma salli və səllim.
ora bir səllim sözünü əlavə edirsən. Səllim salam deməkdir. Allahumma salli və səllim ala Muhammed və ala ali Muhammed. Mən hicabsız qadınam. Qurani Kərimi ərəbcə evdə kitabdan başı örtülü oxuyuram. Davam olaraq telefondan vaxt itməsin deyə metroda işə gedəndə qaldığım yerdən davam edirəm. Yer olmayanda oturmağa ayaq üstə başı açıq, yəni baş örtüyü olmadan oxuyuram. Zəhmət olmasa deyərdiniz, oxuduğum davam kimi sayılırmı? Amma evə gələndə yenə kitabdan davam edirəm, həm də başı açıq Qurani Kərimi oxumaq olarmı? Quran-ı Kərimi oxuyanda ümumiyyətlə baş bağlamaq deyə bir vacibiyyət yoxdur. O baş bağlamaq namaz qılandadır. Ona görə də sən istədiyin kimi davam edə bilərsən. Belə bir vacibiyyət yoxdur, yəni narahat olmayın. Ayaq üstə oxumaq? Ayaq üstə də oxumaq olar, oturan yerdə oxumaq olar, biraz yaslanıb da oxumaq olar. Metroda məsəl üçün oxuyur, evə qayıdır, davam edir. Bu da onun davamı sayılır. Bəli, əlbəttə davamı sayılır. Aha. Aydındır. Təşəkkürlər. Və belə bir sualımız var hocam. Bəs namaz qılmayan səcdə edib dua edə bilərmi? Edə bilər, əlbəttə edə bilər. Dua edərkən baxın, sadəcə səcdə deyil, insan əlini də açıb dua edə bilər. Məsələn, əllərini açdın, belə dua elədin, o da olar. Yəni duanın növləri var. Bir səcdə edirsən, bir əli açıb dua edirsən və yaxud da ki, əl açmadan da belə dua eləmək olar. Əsas odur ki, duanın ədəbləri, Allah Teala həmd sənalar etmək və İsmül Azamı demək, ondan sonra Peyğəmbərimizə salavat gətirmək, ondan sonra dua etmək. Bunu səcdə eləmək olar, əli açıb da eləmək olar, əli açmadan da olar. Deyək ki, sükan arxasındasan, dillə dua elə. Əl açmadan da dua eləmək olar. Uşaq aldırmağın günahı var, bilirəm, amma necə bağışlanmaq olar? Allah bağışlayarmı? Onun üçün necə tövbə etmək olar? Zəhmət olmasa deyərdiniz. Ancaq tövbə etmək, səmimi qəlbdən ki, peşmançılıq çəkmək, Allahım bu səhv eləmişəm, günahımı bağışla və bir də o günaha qayıtmamaq. Baxın, tövbənin əsas şərti nədir? O günaha qayıtmamaq. O günaha qayıtmamaq öz tövbə sayılır. Aydındır. Allah sizdən razı olsun. Çox maraqlıdır ki, fitrə sadaqa çıxan zaman hansısa sözləri və duanı eləmək lazımdırmı? Yox, onun üçün xüsusi bir dua yoxdur. Sadəcə niyyətin odur ki, bu fitrə sədaqəsidir. Yəni hər bir əməldə, hər bir əməl etməmişdən əvvəl insan niyyət edir. Niyyət harda olur? Niyyətin yeri insanın qəlbidir. Qəlbində niyyət keçirsən ki, mən fitrə sədaqəsi çıxardıram və səlam. Hocam, bir iki sual da oxuyuram. İcazənizlə sonra reklama keçəcəm. Bilirəm, yoruram sizi. Deyir ki, yarışda qalib gəlmək üçün dua etmək digər rəqibin uduzmasına dua etməkdir. Yox, niyə? Sən misal üçün altdan ruzu istəyirsən. O deməkdir ki, sənə Allah ruzu verəndə başqasının ruzusundan kəsir. Yox. Başa düşdüm. Sən Allahdan müvəffəqiyyət istəyirsən. Yox, səhvdir bu dediyiniz. Sonra davam edirəm. İnsan adi vaxtı, yəni namaz vaxtı yox, sadəcə adi vaxtda dua etdikdə mütləqdirmi səcdəyə doğru əyilmək? Yox, dua edərkən əllərini açıb dua edə bilər, əllərini açmadan da dua edə bilər. Səcdə ayəsində nəsə demək və ya nəsə etmək lazımdırmı? Elə eyni namazda deyilən sözü deyə bilərsən. Subhanə Rabbiyəl Ə'lə. Valideynim dünyasını dəyişəndə bəzi qohumları tam mənada tanıdıq, onlarla əlaqəni kəsmişəm, bilmirəm düz edirəm ya yox, çünki valideynim o hörmətsizliyi heç haqq etmirdi. Həmin insanlar üçün çox əziyyət çəkmişdi hocam. Yox, yəni yenə də siz əlaqələri kəsməyin. Yəni insandır, yəni səhv edir, səhvi var, amma yenə də əlaqələri kəsməyin. Mən bacımın qızına azan oxunarkən sidq ürəkdən dua etmişəm. Sakit, fağır qız idi. Dedim, Allahım, onun nazını çəkəcək biri çıxsın qarşısına və çoxlu xoş dualar demişəm və həyata keçib. Amma bacım deyir, elə Allah güya sənin mənasız dualarını eşitdi. Mən də pis oluram. Axı sidq ürəkdən sevərək demişdim. Yox, elə demək olmaz insanlara mənasız dua. Bir dinləyicim də soruşub ki, adət görən qadın oruç tuturmu? Xeyr, oruç da tutmur, namaz da qılmır. Orucun qəzası var, amma namazın qəzası yoxdur. Hər gün imsaka dururdum, 4 gündür yatıb qalıram, orucum qəbuldurmu? Əlbəttə ki, imsaka qalxmaq vacib deyil. İmsaka qalxmasan belə orucu tutmalısan. Əgər bir bacı digər bacıya, iki bacıya əl tutur və məclisdə onu təhqir edir, alçaldır, bu necə hocam? Əlbəttə düz eləmir də, günah edir. Yəni bu əxlaqi problemləri var, tərbiyə problemləri var da. Yəni niyə bacısının cəmaatın önündə təhqir etsin ki? Deməli tərbiyə problemləri var, özünü düzəltsin yəni. Bu böyük günahdır əlbəttə ki, insanların önündə təhqir etmək doğru deyil yəni. Allah razı olsun hocam. Yordum sizi reklamlar. Buyurun. İftar vaxtını İrşad təqdim edir. 23 mart Ramazan ayının
23-cü günü. Bakı üçün iftar vaxtı 19:10. Dua zamanı dua vaxtıdır və hal-hazırda ilahiyyatçımız Yaşar Qurbanovun doyumsuz söhbətləri ilə davam edirik. Rəbbimizə şükürlər olsun. Uca Rəbbimiz dualarımızı qəbul eləsin. Həqiqətən də ən gözəl vaxtlardır, duaların qəbul olunduğu vaxtlardır. İftardan əvvəl, iftar vaxtı, iftardan sonra bu gözəllikləri yaşadan Rəbbimizə həmd sənalar olsun. Həmdən kəsiran tayyibən mübarəkən fi. Rəbbimizə çox-çox həmdlər olsun ki, bu gözəl günləri, bu gözəl vətənimizdə yaşayırıq. Həqiqətən də bir neçə faydaya toxunmaq istəyərdim. Ondan sonra suallara keçək. Yaxşılıq etməyi, əl tutmaq, yəni insanlara əl tutmaq. Baxın, sədəqə 70 cür bəlanın deyir, qarşısını alar. Yəni sədəqə nədir? İnsanlara yardım etmək. Ən əzəmətli nədir? Əməllərdən birisidir ki, kimsə başqa bir insana neynir? Yardım edir və xüsusən bu əzəmətli günlərdə. Yəni düşünün, belə günlərdə sədəqə Allah dərgahında daha böyükdür, daha üstündür. Baxın, sədəqə böyük savabı və böyük mükafatın deyir artırılması. Sədəqə Allaha verilmiş gözəl bir borcdur deyir. Baxın, gözəl bir borcdur. Həqiqətən sədəqə verən kişilər və qadınlar və Allaha gözəl bir borc verən üçün bu qat-qat artırılacaq və onların dəyərli mükafatı olacaqdır. Quran-ı Kərim Hədis surəsinin altına buyurur. Allah da sədəqəni nə adlandırdı? Özünə verilən borc adlandırdı. Yəni bu aydın olur ki, sədəqə verənlər insanlara deyil, birbaşa Allaha borc vermiş sayılır. Allah da çünki bunu borc adlandırır. Bu sədəqəyə təşviq edən ən güclü amildir. Varlı və hər şeyin sahibi olan Allaha borc vermək və onun vəd etdiyi mükafatı və artımı gözləmək lazımdır. Sədəqə, yəni baxın, çox-çox neyniyər? Artırırlar. Kim Allaha gözəl borc verərsə, Allah onu çox-çox artırar, çox-çox qaytarar. Bəqərə surəsi Allah təala buyurur. Baxın, nə deyir? Allah təala sədəqəyə borc deməklə ona veriləcək savabın vacibliyini vurğulayır. Çünki hər borc qarşılığında bir əvəzi vardır. Baxın, deyək ki, İbn-i Qeym, rahimehullah, gözəl bir fayda. Əgər insan bilsə ki, verdiyi mal ona daha çox şəkildə qaytarılacaq və üstəlik verən şəxs zəngin, səxavətli və vəfalıdır, bu onun üçün verməyi asanlaşdırar. Əgər bir də bilsə ki, Allah onun verdiyini artıracaq və ona əlavə cavab verəcək, o zaman o borcu verməkdə daha da nədir? Səxavətli olar. Sədəqənin təsiri 700 qat və daha da artırırlar. Allah yolunda sərvətini verənlərin misalı bir dənə kimidir ki, ondan 7 sümbül çıxar. Hər sümbüldə 100 dənə olar. Allah istədiyi şəxsə daha da artırar. Allah genişdirir və biləndir. Yəni bu ayə göstərir ki, Allahın rəhməti və ruzisi sonsuzdur və sədəqənin savabı həddi hüdudsuz artırırlar. Düşün, altı neynədir? Misal çəkdi. Sədəqə Allahın öz əli ilə artırdığı bir əməldir. Buyurur Peyğəmbərimiz. Kim, yəni halal qazancından sədəqə verərsə, Allah onu qəbul edər, Allah onu sağ əli ilə götürər. Baxın, onu neyniyər? Allah artırar. Yəni sədəqə bir əməyin məhsuldur. Necə ki, yəni insan çalışır, Allah yolunda verir və onu böyütməyə çalışır. Mükafatı nədir? Allah dərgahında çox-çox. Allah yolunda xərclənən hər bir şey 700 qat mükafat qazanır. Kim Allah yolunda bir şey xərcləsə, ona 700 qat savab yazılar. Düşünün, sənin bir sədəqən 700 qat savab yazılır. 700 qat Allah dərgahında. Baxın, nə deyir alimlərdən birisi? Bu Allahın vəd etdiyi ən az savabdır. Allah istədiyi şəxsin savabını daha da artırar. Kiçik bir şey belə böyük savaba çevrilir. Baxın, Ənsardan rəvayət olunur ki, bir nəfər bir dəvə gətirib onun yüyənini tutaraq dedi, bu Allah yolundadır. Peyğəmbərimiz buyurdu, qiyamət günü sənə qarşılığında 700 veriləcək dedi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Ona görə baxın, yaxşılıq və üstəlik 700 artırsa digər günlərdə, görün, indi Ramazan ayında Allah dərgahında nə qədər artır. Sədəqə həmçinin insanın günahları söndürər. Günahların bağışlanmasına səbəb olar. Allah Teala sədəqəni günahların bağışlanmasına, xətaların silinməsinə və pis əməllərin aradan qalxmasına səbəb etmişdir.
Həm bu Qurani-Kərimdə, həm də hədislərdə varid olmuşdur. Yaxşı əməllər pislikləri aradan qaldırar. Altıra buyurur, həqiqətən yaxşı əməllər pis əməlləri aparar. Hud surəsi. Yəni bu ayə ümumi ifadə edir. Bütün yaxşı əməlləri əhatə edir. Sədəqə isə ən fəzilətli yaxşı əməllərdən olduğuna görə bu ayə ən çox daxil olan əməllərdən biridir. Allah sədəqə verənləri bağışlayar və onlara böyük mükafat verər. Altıra buyurur, həqiqətən müsəlman kişi və qadınlar və sədəqə verən kişi və qadınlar Allah onlara bağışlanma və böyük bir mükafat hazırlamışdır. Və buyurur, Rəbbinizdən bağışlanmağa və genişliyi göylər və yer qədər olan cənnətə tələsin. O cənnət ki, baxın, o cənnət təqva sahibləri üçün hazırlanmışdır. O kəslər ki, bolluqda da, çətinlikdə də Allah yolunda xərcləyərlər. Ona görə də, yəni, bu ən gözəl nədir? Əməllərdən birisidir ki, bu günlərdə daha da insan neynəməlidir? Bunu artırmalıdır. Nə qədər çox artırsan, o qədər Allah dərgahında artır və sədəqə ən yaxşı əməllərdən birisidir və xüsusilə bu günlərdə daha da çox nədir? Əməllərimizi artırmalıyıq və onun içərisində sədəqə olmalıdır. Hocam, tez-tez cavab verə bilərim, suallar çoxdur yenə. Sualın biri belədir. Çörək satanda borc dəftərində borca çörək alanlar var. O borcu sildirmək fitrə sayılarmı? Fitrə deyil, savab sayılır. Yəni o borcu sildirmək ən böyük savablardan birisidir ki, kimlərisə borcunu sildirirsən. O ən üstün əməllərdən birisidir. Bir insan məni incidir, mən də ona bəddua edirəm. Bu günahtırmı? Yəni, əgər sizi incidibsə, bəddua etməyi, yəni sizin haqqınız, amma bağışlasanız və yaxud da ki, desin ki, Allah onun əvəzini ahirətdə istəyir, bu daha üstündür. Çünki bu dünyada bəlkə də sabah səhvindən dönər, bəlkə də peşman olar. Allah oruclarınızı qəbul eləsin. İnşallah oruçluyken pullu oyunlar oynamaq orucu pozurmu? Pullu oyunlar. Pullu oyunlar, yəni qumar demək istir də hocam əslində. Pullu oyun onu nəzərə tutur. Haramdır, haram. O böyük günahdır. Olmaz elə oyunlardan uzaq durun. Yəni nə olursa olsun pul varsa içində haramdır, deyil mi hocam? Başqa oyunlar da var belə, içində pulla oynayırlar. Əlbəttə ki, onlardan uzaq durmaq lazımdır. Oruclu insan nə işi var belə oyunlarda? Orucluyken saça keratin elətdirmək olarmı? Keratin? Hocam, saçı düzləşdirir. Olar. Salam, insan adi vaxtda, yəni namaz vaxtı yox, sadəcə adi vaxtda dua etdikdə mütləqdirmi qibləyə doğru etməlidir? Yox, dua edərkən qibləyə durmaq vacib deyil ki, sadəcə ədəblərdən birisidir. Dua edərkən evindəsənsə qibləyə dur, dəst namaza, amma yolda gedirsən, sükan arxasındasan, buna görə ehtiyac yoxdur qibləyə durmaq. Ümumiyyətlə, dua edərkən qibləyə durmaq müstəhəb əməllərdən birisidir. Belə bir vacib əməl deyil. Allah sizdən razı olsun deyir. Cümə günləri cümə namazını məscidə getmək imkanı olmadıqda evdə qıla bilərəmmi? Soruşan kişi xeylaqdır. Cümə namazı xəstə olanda əlbəttə ki evdə qılır. Xəstə olanda yox. Deyir, gedə bilməyəndə evdə qıla bilərəmmi? Gedə bilməyəndə evdə cümə namazı qılınmır, o zaman zöhr namazı qılınır. Cümə namazı ancaq məsciddə qılınır, cəmaat halında. Bu kişilərə aiddir. Bəli. Yazanda kişidir. Qadınlar da məscidə getsələr əgər cümə namazını qılırlar, amma məscidə getmədiyi üçün o cümə namazını evdə cümə deyil, zöhr namazını qılırlar, günorta namazını qılırlar. Çünki cümə namazı qadın kişi olsun ancaq məsciddə qılınır, cəmaat halında qılınır. Özü 2 rükət qılınır. Mən Yaşar müəllimin göndərdiyi duaları oxuyub amin deyirəm. Bu kifayət edərmi, düzdürmü? Soruşur. Olar, o duaları oxuya da bilərsiniz telefondan və yaxud da ki, özünüz, amma o dualar bilsin nədir? Forma verir də sizə, yəni bu duanı ədəbi, dua edərkən belə edin. Oxuya da bilərsiniz, bəli. Fitrə sədaqası çıxan zaman hansı sözləri və ya duanı etmək lazımdırmı? Yox, onun üçün xüsusi bir dua yoxdur. Tərcümə olunmuş Qurani Kərimə dəstəmazla toxunmaq lazımdır, yoxsa dəstəmazsız yox, olar? Yox, o tərcümədir, dəstəmazsız olar. Allah sizdən razı olsun. Hocam deyir, mənim sualımı cavablandırmadı. Sualı oxudunuz, dua etdiniz, Allah razı olsun. Amma mən suala cavab istəyirəm. Yazacağım dedi də. Yox, onu demir hocam, pis nə deyir? Deyir ki, övladım narkotik aludəçisidirsə, bu onun qədəridirmi? Bu bəlanın içində mən bir xeyir arayıram, doğru edirəmmi? Bilmirəm, mən nədən təsəlli alım, ya da hocamız bizə qədər mövzusundan danışsaydı səhərki proqramda çox sevinərdim qədər mövzusundan. Səbirli olun. İnsan öz səhvi də var. Hər bir şey olubsa əlbəttə ki qədərdir, amma insan öz səhvi də var. Allah da pis şeyi göstərib deyir, o pis şeyə getmə. Getmisənsə deməli qəlbində problem var.
Ona görə ancaq səbirli olmaq, yenə də Allahdan ümidi üzməyin, çoxlu dualar eləyin. Ən böyük təsəlli nədir? Zikirdir. Bax, belə durumlarda la havlə və la quvvətə illə billah zikrini dilinizdən düşürməyin. Allahdan yardım diləyin. Gecə namazına qalxın, əstəğfurullah deyin. Hər bir şey Allahın əlindədir. Nə qədər insanlar olub ki, şəfa tapıblar. Xalam vəsiyyət edib ki, bu atamın qəbrində bastırın məni. Yəni öz atasının. 30 ildən çox vaxt keçib, kişi, qadın bunun fərqi var? Nədə fərqi var başa düşmədim? Atasını bastırıblar, yəqin üzərinə bastıracaqlar hocam. Ümumiyyətlə, yəni səbəb olmadan qəbri açmaq belə düzgün deyil. Qəbri ancaq hansı hallarda aça bilərlər? Onu yəni misal üçün yol dəyişilir, misal üçün deyək ki, oradan bir yol keçir, qəbirlər köçürülməlidir, onu dövlət eləyə bilər. Və yaxud da ki, misal üçün elə qəbirstanlıqlar var ki, 40-50 ildən sonra onu yenidən bütün qəbirləri kürüyürlər, ondan sonra olan sübünlərini bir yerə yığırlar, yenilərini bastırırlar. O halda amma səbəbsiz yerə qəbirləri açmaq düzgün deyil. Yəni, onun yanında bastırır, mütləq içərisində bastırmaq diye bir şey yoxdur. Oruç Mart ayının 30'u saat 12'ye kimi tutulmalıdır? Xeyr, bayram günü oruç tutulmaz. Bayram günü Peyğəmbərimiz sallallahu aleyhi ve sellem səhər xurma yeyib gedərdi bayram namazına. Hocam, keçən il breki taxtırmışam, həkim deyib ki, çıxardaq, oruçlu halda getsəm orucum pozulmaz ki? Yox, o breket nə dəxli var ona? Heç bir problem deyil, çıxarmasın. Günah işdə qədəri dəlil gətirmək olmaz. Olmaz, bəli. Qədəri dəlil gətirmək olmaz. Çünki sən özün Allah təala sənə yalanı da göstərib, doğrunu da göstərib, haramı da göstərib. Sən ora niyə addım atırsan? Sən addım attığına görə Allaha hesab verəcəksən. Bəs hansı vaxtdan sonra bu məsələdə dəlil gətirilir? Yəni insanın başına bir müsibət gəlibsə, gələndən sonra deyə bilərsən ki, bu Allahın qədəridir. Başına gələndən sonra bir müsibət olandan sonra. Günah işdəki. Hər hansısa bir şey. Aha. Allah sizdən razı olsun. Mən deyir, belə bir sual vermək istəyərdim sizə ki, hocam deyir, sədəqə pul olmalıdır, yoxsa ərzaq olarmı? Fitrə sədəqəsini demir. Fitrə sədəqəsi qida məhsullarına verilməlidir. Yəni o barədə danışacaq. Amma hansı hallara pul vermək olar? Deyək ki, sən özün bilmirsən kiməsə verəsən. Bu ölkəmizdə də olur da, məsələn məscidlərdə olur və şəxslər olur. Onlar yığışırlar bir yerə, kömək eləmək üçün insanlara. Pulu bir yerə yığırlar onlar. Bayramdan 2 gün əvvəl aparıb verirlər. Yəni, belə halda pulu verirsən, sənin yeri və kimlərsə onu çıxardır. Belə halda pulu vermək olar. Şahmat oyunu necə hocam? Şahmat oyunda belə bir dinimizdə, yəni Peyğəmbərimizdən xüsusi haramdır deyə belə bir hədis yoxdur. Sadəcə deyib danışıblar haqqında alimlər ki, bəyənilmir zat, amma xüsusi bir o barədə hədis yoxdur. Atam məni siqaret almağa göndər, mən isə utanıb yox deyə bilmirəm. Nə məsləhət edirsiniz? Mən nə deyim? Ata ilə özünüz həll edin problemimiz. Allah sizdən razı olsun. Hocam deyir, tutduğunuz bütün oruçları Allah qəbul eləsin. Yaşar, məndən soruşmaq istərdim ki, bunu oxudum, axı bayaqları oxudum, amma yenə yaxşı oxuyuram. 3 yaşlı qızı var, onu həddindən artıq çox istəyir. Bayaqki mövzu hocam, dedim sizə Allaha. Yenə soruşur. Deyir, oxumadınız. Oxudum, amma deyir oxumadım. Oxuduq və hocam, bir təkrar deyə bilərsinizmi? Allaha deyir... Yox, Allaha şey deyil, yəni təbii sevgi, insan öz yaxınını sevməsi, həyat yoldaşını sevməsi, evladını sevməsi, valideyni sevməsi, bu təbii sevgidir. Yəni, buna görə narahat olmur. Sadəcə həddini aşmaq düzgün deyildir. Yəni bəzi insanlar sevməkdə elə həddini aşırlar ki, mən onsuz yaşaya bilmərəm, çılgınlıq eləmək zat. Belə şeylər düzgün deyil. Sevirsiniz, sevinizdə evladınızı. Övlad sevgisində belə bir şey yoxdur da, hocam, aydındır. Mənim 7 ildir övladım olmur və həqiqətən çox sıxılıram hocam. Nə edəcəyimi də bilmirəm. Bu zaman bəzən qədərə isyan edirəm. Olmaz üsyan. Üsyan etdiniz, nə əldə edəcəksiniz? Yaxşı, üsyan etdiniz. Üsyan edəndən sonra nə əldə edəcəksən? Evladın nə olacaq? Ondan sonra səbirli ol, Allaha dua elə, zikirləri çoxalt, əstəğfurullah zikrini dilindən düşürmə. Deyir, nə yoldaşıma, nə onun ailəsinə Allah qəlbimə rahatlıq vermir, nə edirəmsə olmur, bu qədərmi pis bəndəyəm? Xeyr, bir şey olmursa o demək deyil ki, pis bəndəsən. Allahın qəza və qədərdir. İnsan var ki, bir şey çox şey istəyə bilər, olmaya bilər. O demək deyil ki, pis insandır. Xeyr, elə düşünmək doğru deyil.
Allah razı olsun hocam deyir, sualları cavablandırdığınız üçün deyir. Sabah Qədir gecəsidirmi? Bəli, sabah inşallah 24-cü orucu tuturuq, keçirik 25-ciyə. Yəni 21-ci gecə, 23-cü gecə, 25-ci gecə, 27-ci gecə, bir də ən son var 29-cu gecə. Amma ən çox təsadüf olunan gecələr nədir? 25-ci gecə təsadüf olur, 27-ci gecə. Amma biz Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurduğu kimi Ramazanın son 10 gündə tək gecələrdə və hamısını ibadətlə keçirik. Allah sizdən razı olsun deyir. Mənə deyir çox maraqlıdır deyir. Mən Bakıda orucumu tutmuşam və başqa bir hal-hazırda rayona gəlmişəmsə, o rayonun saatı ilə açmalıyam yoxsa fərq etməz? Bəli, hansı rayondadırsan, oranı vaxtı ilə açmalısan. Çünki hardasansa oranı, heç rayon deyil, getdin deyək ki, misal üçün xaricə getdin, oruç tutdun, mindin təyyarəyə getdin deyək ki, Türkiyəyə misal üçün. Oranı vaxtı ilə açmalısan. Oruç tuturam və axşamlardır 2 rükət namaz qılıram. Bu doğrudurmu deyir? Bunun qaydasını bilmək istəyərdim. 2 rükət nəyi qəsd edir? Təheccüd. Təheccüd namazı bəli 2 də qılmaq olar, 4-də, 6-da, 8-də. Təheccüd namazı, gecə namazı eynidir. Onu 2 rükət ən az formasıdır. 2 də qıla bilərsən, 4-də, 6-da, yəni bu müstəhəb namazdır. Nə qədər istəsən qıla bilərsən. Bu təheccüd təravihdir hocam. Təheccüd, təravih, gecə namazı eyni namazdır o. Eynidir. Təheccüd də deyilir, gecə namazı da deyilir, təravih Ramazanda deyirlər. Nəyə görə? Hamısı işa namazından sonra məscidlərə namaz qıldığı üçün adı deyiblər təravih. Nə demək təravih? Yəni 4 rükətdən sonra biraz nəfəs alıb, nəfəsini dərirlər, dincəlirlər, yenidən başlayırlar qılmağa. Eyni namazdır. 4460 mən sizə telefon nömrəsi göndərdim. O nömrəyə yazın sualınızı, o sualınız cavablandırılacaq. Yəni mən bu sualı efirdən oxuya bilmərəm. Çox sağ olun, təşəkkür edirəm diqqətinizə görə. Allah sizdən razı olsun deyir. Hocam bilmək istəyərdim ki, mən bir gün orucumu tuta bilməmişəm, özümü yaxşı hiss etmədiyim üçün. Həmin günün mənə çox adam deyir ki, cəzası, qəzası 60 gündür. Bu nə dərəcədə doğrudur? Yanlışdır. Onu kim deyirsə yanlışdır. Əgər insan xəstədir, özünü pis hiss eləyib, orucunu açıbsa, o bir gün qəzasını tutacaq. Tutalım deyək ki, səbəbsiz yerə orucunu açıb. O tövbə etməlidir. Bir gün qəza, 60 gün qəza. Xüsusilə oruc əsnasında yaxınlığa aiddir. Cinsi yaxınlığa aiddir. Bir xanım da yazır deyəsən. Deyir 7 il mənim də övladım olmadı. Həmin xanıma deyir çatdırın deyir. Ümidimi kəsmədim, dua etdim. Allah mənə Ramazan bayramı cümə günü bunun mükafatını verdi deyir. Ay maşallah. Allah salih qullarını eyləsin. Amin inşallah. Həyat yoldaşım iftar zamanı, bir dəqiqə, imsak iftar zamanı həyat yoldaşım bir bəhanə ilə süfrə hazırlamır. Çox vaxt evdə hər şey olsa da mən su ilə açıb sonra gedib başqa yerdə yeyirəm. Onun günahı varmı? Kişidir bunu yazan? Yazıq kişi. O doğru deyil. O ərinə itaət eləmir, böyük günah qazanır. Ay qız, sən niyə heç nə hazırlamırsan ki? Bu nə deməkdir ki? Başa düşmədim. Ərinə sözünə baxmır, o böyük günah qazanır. Tövbə etsin, Allahdan qorxsun. Bacıma görə çox qorxuram. Bacım və mənim üçün dua etsəniz, Səbinə və Könül yazdı. Bayaqki qızda hocam bacısına görə çox qorxur. Bacısının yəqin ki başına durmadan nəsə gəlib deyəndə narahatdır. Heç nədən qorxmayın, heç nədən narahat olmayın. Çoxlu dua, çoxlu zikr eləyin. Heç nədən qorxmayın. Bilmək istəyərdim ki, maraqlı sualdır. Sükan arxasında Qədir gecəsi sayılırmı, yoxsa mütləq məscidə getməliyəmmi? Yox, məscidə getməyə ehtiyac yoxdur. Yəni ümumiyyətlə Qədir gecəsində belə məsciddə yığılmaq deyə bir şey yoxdur. Təravih namazını qıla bilərlər, amma bəzən olur ki, gecənin saat 3-də, 4-də, 1-də yığışırıq falan şey. Yoxdur elə şey. Evində keçir. Sükan arxasında, evində, harda istəsən keçirə bilərsən. Yəni sükan arxasında da zikirlərini, duasını. Bəli, zikir, dua, o elə Qədir gecəsi o deməkdir. Qədir gecəsinin əsas əməli nədir? Dua eləmək. Yəni mütləq məscidə getməli deyilsən. Heç məscidə getmək deyə bir şey yoxdur Qədir gecəsində. Anladım hocam. Hocam o zaman yavaş-yavaş duamızı edək mi? Saniyələr qaldı. Susuzluq getdi, damarlar islandı. Allahın izi ilə savablar yazıldı. Allah qəbul eləsin. Allahu Ekber, Allahu Ekber. Allah أشهد أن لا إله إلا الله
Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Rəbbimizə şükürlər olsun, uca Rəbbimiz dualarımızı qəbul eləsin. Həqiqətən də gözəl bir günləri yaşayırıq. Uca Allah Teala bu gözəl vətənimizi qorusun. Dualar eləyək, amin deyək. Allahım, həmdin təkcə sənə məxsusat naminə səndən diləyirik. Şahid edirik ki, səndən başqa ilah məbud, haqq məbud yoxdur. Təksən, heç bir şərikin yoxdur. Lütfükar və səxavətlisən. Ey səmaların, yerin xaliqi, ya zəlcələl vəl ikram, ya hayy, ya qayyum. Səndən diləyirik, Allahım. Səni əzəmətli adınla səndən istəyirik, Allahım. Şəhadət edirik, sən Allahsan. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən təksən, heç kəsə möhtac qalmayan, doğmayıb, doğulmayan və tayı bənzər olmayansan. Allahım, sənin sonsuz salamın, salavatın və salamın olsun Peyğəmbərimizə, onun əhli beytinə. Ey Rəbbimiz, sənə dualar edirik. Dualarımızı qəbul etməklə bu gözəl gecədə bizləri sevindir, ey Rəbbimiz. Kimin nə istəyarsı varsa, istəyini arzusuna çatdır, ey Rəbbimiz. Ey Rəbbimiz, ya hayy, ya qayyum, bir miskin qul kimi səndən diləyirik, ey Rəbbimiz. Ey Rəbbimiz, dualarımızı qəbul elə, sıxıntılarımızı aradan qaldır, ey Rəbbimiz. Sən bizim bu gözəl vətənimizi qoru, əmin-amanlığımız, müstəqimiz daimi olsun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Ey Rəbbimiz, sən bizim bu gözəl vətənimizi məkir düşmənlərin hilələrindən qoru. Ey Rəbbimiz, öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz və havadarlar üzərində göstər. Ey Rəbbimiz, əskərlərimizi qoru, onlara güc qüvvət ver. Şəhidlərimizə qəni-qəni rəhmət eylə. Ey Rəbbimiz, sən rəhbərimiz ilham elib cənablarını qoru, işlərinə müvəffəq eylə, uzun ömürlər bəxş eylə. Allahım, mal dövlətimizi, övladlarımızı çoxalt və bizə bəxş etilən bərəkətli ilə ömrümüzü sənə itaətinlə keçirmək uzat, əməllərimizi gözəlləşdir, günahlarımızı bağışla. Allahım, bəlanın məşəqqətindən, bədbəxtçiliyə düçar olmaqdan, pis taledən və düşmənlərin bədxahlığına sənə sığınırıq. Allahım, dünyasını dəyişən valideynlərimizi bağışla, məkanlarını cənnət eylə, həyatda olan valideynlərimiz ömrünü uzun, xeyli, bərəkətli ilə, ya məndən, neymətlərini artır bizə və bərəkətli ilə. Allahım, kimin nə istəyarsı varsa, istəyirsin arzusuna çatdır bu gözəl gecədə, ey Rəbbimiz. Səndə mərhəmətinə layiq olan əməllər sahibi olmağımızı, məğfirət qapılarının açılmasını, hər bir günahdan uzaq olmağı, hər bir xeyirxah işdən pay əldə etməyi və cənnətinə qovuşmağı istəyir, ey Rəbbimiz. Ey Rəbbimiz, sənin razını qazanan, sənin sevginə layiq olan qullarından elə ruzumuzu bərəkətli, xoşbəxtimiz davamlı, uğurlarımızı davamlı, sağlamlığımızı möhkəm eylə. Allahım, sən öz rəhmətinlə sıxıntılarımızı aradan qaldır. Xəzinə sənin əlində olan hər bir xeyri səndən istəyir. Xəzinə sənin əlində olan hər bir şərdən sənə sığınırıq, ey Rəbbimiz. Ey Rəbbimiz, ya məndən, ya zəlcələli vəl ikram, sənə qarşı həmişə gözəl zəndə olmağı bəxş eylə. Sənə hər işimizə təvəkkül etməyi nəsib eylə. Sənə dost doğru ümid edən bəndlərinə eylə bizləri. Sən bizi, vatanımızı soru-sualsız birbaşa cənnətə girməyi nəsib eylə. Övladlarımızı qoru, övladlarımızı salih qullarına eylə. Subaylarımıza evlilik nəsib eylə. Övladı olmayan ailələrimizə övlad nəsib eylə, ey Rəbbimiz. Bu gözəl Ramazan ayında sevindir onları, ey Rəbbimiz. Ey Rəbbimiz, bizi müstəcəb dua sahiblərindən eylə. Bizdə ən dəyərli olan sənə dua etməyimizdir. Ya hayy, ya qayyum, bizləri tək qoyma, yoxsa həyatın çətinliğini daşıya bilmərik. Bizlərdən üz çevirmə, hər zaman imdadımıza yetiş. Allahım, səni sevən, səni hər an düşünən nurlu qəlblər ver bizlərə. Allahım, bizi bağışla, bizə rəhm eylə, bizi doğru yola yönət, bizə can sağlığı və ruzu bəxş eylə, bizi islah eylə və ucalt. Ey qəlbləri döndərən Rəbbimiz, qəlbimizi dinin üzərində sabit eylə. Allahım, səndən həm dünyada, həm də axirətdə salamatlıq diləyirik. Amin, amin, amin.